bəyannaməsinin tərtib edilməsi üçün konkret bir uçot proqramını təqdim edə bilmərəm. Bu datalar kifayət edir. Misal üçün mən şirkət tanıyıram ki, 10.000 manat verib Excel düzəltdir bizə. 10.000 manat. 10.000 manata elə bir konfigurasiya yaradır ki, onunla bütün uçotu aparır. Və yaxud 10.000 manat vermir. Öz mühasibələrini göndərir yaxşı kurslara, Excel-i güclü bilirlər və illərlə təkmilləşib yaxşı proqramları var, kodlaşdırılmış proqram Excel-dən elə sürət gedir. Mən sizə deyim ki, Azərbaycanda bu yaxşı müəllimlər ki var, bu professional mütəxəssislər daha doğrusu, güclü vergini bilənlər, mühasibatlı bilənlər, əksəriyyəti Excel üzərindən çalışır. Yəni konsalting şirkətlərindən söhbət gedir. Fərdi şirkətlər özləri üçün proqram təminatı alırlar normalda, uçotlarını oradan aparırlar. Bu yanaşmalar var. İndi mən bacardığım qədər çalışacağım məlumatları sizdən bölüşüm. Məndə bəzi şirkətlərin uçotu Excel-dən gedir, bəzi şirkətlər özləri uçot aparırlar, sonradan məlumatları verirlər. Bu formada cərəyan edir. Vaxt itirmədən keçən məsələyə sizin də biraz yaradıcılığınız olmalıdır. Mən hər şeyi hazır təqdim edə bilmirəm. Hazır edə bilərəm. Bahalı bir Excel yığdıra bilərəm, kursun qiymətini qoyum 1000 manat. Misal üçün, mənim də xərclərim orada yaranır. Bu kifayət eləyəcək sizin hesabat yığmağınız üçün. Əgər ki, bunu da bitirim keçək dərsə, əgər mühasib bu proqramı, bu bəyannamələr təlimini bitirdikdən sonra sürət elə mənfəətdən gedir Eşənin tədrisindən. Eşən ola bilsin hansısa bir yerdən biraz zəif çıxış eləyir, biraz hərəsiz danışır, onları da tələbə qapatmalıdır Eşəndə belə deyir. Yəni bunu bitirəm, o hesabatı yığmağı bacarmalıdır. Bir formada Excel materiallarını yığmaq, ambar uçot. Məsələn, mən ambar uçotunu primitiv bir şirkət göstərim sizə. Dünən sahibkarın biri mənlə əlaqəyə keçir. Əslində mən qısa formatda onun mənfəət vergisini çıxartdım. Sürətli formatda bir gün ərzində onun mənfəət vergisini hesabladım. 1 milyonluq dövriyyə idi. 200 göndərilən qayna var idi, hamısı mal satışıdır. Yəni ambar var ortada. Bir 300 üzərində gələn qayna var idi. İthal falan yox idi. Mən onun vergisini hesabladım 15 min vergi dəqiq. Dəqiq deyəndə dəqiq deyə bilərik. Onun bank komissiyasına kimi hər şeyi çıxartdım. Ən vaxtına aparan ambar olduğu belə deyim. Ambarı hələ ki onun üçün təxmini yığmışam, amma çox bir işləmişik nə baxımdan. Misal üçün deyək ki, bu cədvələ baxın. Bu cədvəldə şirkətin belə desək, ümumi 1 illik mal girişi əks olunub. Bu 4 Excel gedir, 4 yerə bölünüblər. Excel yaxşı bilən də daha yaxşıdır. Mən də çox belə güclü Excel bilmirəm. Amma özüm üçün istifadə edirəm. Burada aylarla bütün girişlər və çıxışlar verilir, bütün mədaxil və məxaric verilir. Buradan artıq mən hesabladım ki, məsəl üçün 1 milyon manatlıq deyim mal gəlib, onun 900 mini satılıb, geri qaytarma və s. onları ayırdım, artıq malın maya dəyərini çıxartdım. Mənə əsas bu lazım idi. Qalan dataları tez sürətli formada digər qaymələri də hesabladım. Mən burada qısaca yazmışam, tez verim deyə. Məsəl üçün burada elə qaymələrdən götürüb rəqəmləri özüm şərti yazmışam. Bilirəm ki, icarə balaca obyekt belədir. Azərbaycanın qayməsi burada fərqli formatlar var. 15 min burada xərc var, filan yerdə filan qədər xərc var, filan var. Özüm üçün hesabladım. Siz onu belə də hesablamağı bacarmalısınız, hesabatı da əks etdirməyə bacarmalısınız. Mən bu şirkət üçün hesabatı yazam yanvarın axırı. Orada bir çox bir dənə vaxt aparam, ambar olacaq, ambarı təzədən yoxlayacağam, mal qalığını çıxardacağam, digər xərclərin də qayna uçotunu qurmalıyam. Bu belə. İndi başlayaq məsələmizə. Daxil olmuşuq sistemə. Ümid edirəm ki, maraqlı dərs alınacaq. Başlayırıq. Məlumatları sıfırlayın. Şərti olaraq deyək ki, 2024-cü ilin mənfəət vergisinin bəyannaməsini yığırıq. Mənfəət vergisinin bəyannaməsini yığırıq. Xərcləri də sıfırlayaq. Əlavə bir də sıfırlayaq. Hər şey sıfırlandı. İndi keçirik başlayırıq gəlirlər hissəsindən. Birbaşa artıq mən bu şirkətin dövriyyəsini çıxartmışam. Baxın bax faylla sizə tanış edeyim. Birinci satış hissəsindən başlayırıq. Mən qayna sayını az qoymuşam. Əslində bu cədvəllə də hesabatı göndərə bildim. Qayna sayını az qoymuşam. Şirkətin fəaliyyəti nələrdən ibarətdir? Şirkət həm mal satır. Topdan qayna ilə həm mal satır. Baxın bu onun bu il göndərdiyi mal qaymələri. Bu il göndərdiyi mal qaymələri bunlar. Şirkət mal satır. Şirkət xidmətdə satır elektron qayma ilə. Bu onun bu il göndərdiyi məsəl üçün avtoservis. Bu onun xidmət qaymələridir. Şirkətin restoranı da var. Catering qayma ilə yemək də satır. Bu onun yemək qaymələridir. Daha sonra burada bununla hələ işimiz yoxdur, toxunacağam buna. Bu alınmış avanslardır. Cari ildə bu məlumatlar burada qalıb, gözüm bunları silin. Cari ildə şirkət belə desək 3 nəfərdən avans pul alır. 3 nəfərdən avans pul onun göndərdiyi qaymələrdir. Bu onun daxil olmalarıdır, pulları da daxil olur. Bu da onun daxil olmayan pullarıdır, ƏDV və əsas məbləğ. 3 nəfərdən də CMMC, XMMC, aydın MMC-dən də fevralda, mayda birində avans pulları alır. Birindən 100 min plus ƏDV, birindən 120 min plus ədəbi, birindən də 50 min plus ədəbi. İndi bunun qayməsi vurulub, birazdan deyəcəm. Aşağıdakı isə şirkətin pərakəndə satışıdır. 3 ədəd kassa aparatı var şirkətdə. Biri ilə mal satılır. Baxın bu mal hissəsidir. Biri ilə mal satılır, enkam mal. Ümumilikdə 200 min manatlıq il ərzində mal satışı olub, aylar üzrə vermişik. ƏDV-siz vermişəm. Aşağıda da bunun ƏDV-si hesablanır. 200 min plus ədəbi. Sonra şirkətin digər xidmətləri əhaliyə satır. Bir növ belə desək kassa aparatı quraşdırır ki, uçot proqram təminatına rahat işlənilsin. Xidməti belə desək kassa ilə də satır. Plus da yemək satır restoranlarda. Restoranda da eyni qaydada pərakəndə formada kassa aparatını quraşdırır. Ümumilikdə 120 min, 350 min və 200 min nəzarət kassa aparatı ilə rəsmiləşdirilən mal, iş və xidmətlər var. Bunu da bildik. Bu bir tərəfdə şirkətin ixracıdır. Şirkət eyni qaydada paralel olaraq malların xarici ölkələrə ixracını da həyata keçirdir. Və buradan biz görürük ki, şirkətin 8 dəfə ixracı olub. Yanvar, fevral, aprel, iyul, avqust, oktyabr, noyabr. Burada mən yazmışam ixracın belə desək invoice dəyərini. Yəni neçə min dollarlıq dollardan oldu bunların alış-verişi, hesablaşması. Neçə min dollarlıq ümumilikdə 300 min dollarlıq ixrac olub. Manatın məzənnəsi 1.70 olub. 510 min manatlıq ixrac əməliyyatı həyata keçirilir. Bu da oldu şirkətin belə desək ixracı ilə bağlı qısaldılmış məlumatlar. Daha sonrakı hissədə aşağıda. Bu aşağıda nədir? Şirkətin fəaliyyətində mənfəət vergisindən azad olunan gəlirlər də var. Mənfəət vergisindən azad olmalar da var. Bu xəttdən yuxarı belə desək, bu da belə bir xətt çəksək özümüz üçün. Bu qara xəttdən yuxarı vergiyə cəlb olunan əməliyyatlardır. Qara xəttdən aşağıda isə vergi məcəlləsinin 106-cı maddəsindən tənzimlənən XP azad olmaq. Azad olunan nəyə münasibətdədir? Mənfəətə münasibətdə deyil, gəlirlərə münasibətdədir. Yəni biz demişdik ki, bir var mənfəətin azad olması. 5 manat həmin gəlir var, 4 manat xətt, 1 manatı çıxardaq azad olmaya salaq. Bir də var 5 manatın azad olması. Bu 5 manatın gəlirə münasibətdə azad olmadır. Vergi məcəlləsinin 104.1-ci maddəsinə əsasən bu xalis mənfəət hesablayacağıq. Bundan istifadə olunacaq. Və biz sizlə danışmışdıq ki, biz bu soteylə qurmalıyıq ki, vergiyə cəlb olunan gəlirlər və vergiyə cəlb olunan gəlirlərlə bağlı olan xərclər
xərclər ayrı, vergidən azad olunan gəlir, yəni bu satışlar ayrı, bunun xərcləri ayrı. Bunun xərclər hissəsində görürlər. Baxın bu hissəyə ki var, birazdan baxaq. Bu hissə vergiyə cəlb olunan əməliyyatların xərcləridir. Bu aşağıdakı vergidən azad olunan əməliyyatların 3 ədəd qaimənin xərcləridir. Məsələn, onun anbarıdır, onun işçisidir, onun işıqlısudur. Bu ortadakılar sair əməliyyatlardır, digər əməliyyatlar bundan da danışaq. Bu belə. İndi biz satışı sizin icazənizlə əks etdirək hesabatda. Hesabatı açırıq, gəlirlər hissəsindəyik. İndi birazdan sual verəcəm, siz müdaxilə edə bilərsiniz. Dərsə tam müdaxiləyə icazəniz var. Çünki bu artıq mənfəətin son pozisiyasıdır. İstənilən vaxtda, yəni yerində lazımlı müdaxilələr mövzudan qırağa çıxmamaq şərtilə diqqətinizi yayılmaz. Başlayırıq keçdiyimiz sətirlər. Biz belə eləyək, dəyərli dostlar. Ən yaxşısı odur ki, yeni başlayanlar və yaxud belə deyə bilərik, mənfəətin professionalı olmayanlar üçün hələ ki sətir-sətir yoxlanışa vermək lazımdır. Yəni bir-bir. Məsələn, siz ancaq topdan bilirsiniz ki, burada topdan yazılacaq. Amma biz orada əməliyyatlar çoxdur. Mal var, xidmət var, iaşə var, hələ əsas vəsait satışı da var bizdə, müsbət məzəndə fərqi də var. Onları da bir-bir deyəcəm. Başlayırıq 200.1-dən. 200.1 var və 200.2 var. 200.1-dən malların satışı, pərakəndə və topdan yazılır. 200.2-də xidmətlərin satışı, yəni təqdim edilməsi. Əslində satışı yazılır. Burada təqdim edilmə deməyək. Satış təqdim edilmənin tərkib hissəsidir. Yəni burada yadda saxlayaq, hədiyyə yazılmır, digər əməliyyat. Burada satış, yəni ümumi belə qərar. Hədiyyə 260 sətirdir. Məsəl üçün onları qarışdırmır. Burada normal satış, qaymə ilə satmışam, MK ilə satmışam, ixracla satmışam, hədiyyənin də qayməsi vurulur. Amma status tanısı olaraq bu formada vergi məcəlləsinin 13.2.10-cu maddəsində təqdim etmək yazılıb, onun satış, ikinci xəttdə satış bölümü, satışı yazılır. İndi keçirik burada. Başlayırıq pərakəndə satış. Pərakəndə satış, həmişə pərakəndə satış o demək deyil. Nəzarət kassa aparatında nə yazılmışsa bura yazılmalısan. Yox, pərakəndə satış nəzarət kassa aparatı ilə rəsmiləşdirilən əməliyyatların mallara aid olan hissəsidir. Biz bunu danışmışdıq vergi məcəlləsinin 13.2.62-ci maddəsi. İndi mən düşünürəm ki, burada işim yoxdur. Bu rəngləri götürürəm ki, yazdıqca rəngiyək. Aşağı düşürəm. Pərakəndə satış enkam mal. Burada vermişəm enkam mal. Nəzarət kassa aparatı ilə malların satışı. Baxın bunu burada görürsüz. Malların satışı 200 min manat. Bu 200 min manatı götürürəm, bunların cəmini ədəbiyyətsiz yazıram pərakəndə satış. Bu nida birazdan düzələcək. Tələsmi 200 min yazdım. Sonra keçirəm aşağı topdan satış. Topdan satış. İndi mən sizə bir söz edeyim. Həmişə də deyirəm, özümə həmişə çalışıram biraz kiçik göstərim, çünki öyrənməli çox şeyimiz var. Keçən dəfə müəllimlərimizdən, mütəxəssislərimizdən biri ilə görüşdük. Biz də bir yaşdan 20 yaş böyük olanlarda belə deyək. İxracı da vergi ümumi topdan satış kimi qəbul edir. İxracı mən sizə demişdim ki, ixrac topdan satış deyil. Mən orada müzakirə qaldım ki, dedim, məcəllə niyə belə yazıb da? Məcəllə məsəl üçün çox şey yazır, konkret yazır. Kim misal olsun, royalty filan şey. Yazardı ki, royalty kompüterdir. Misal yazmayıb ki, yazsaydı biz onu qəbul edərdik. Qaydadır, elə qanunlar var ki, açıqlaması yoxdur da. Açıqlaması yoxdur misal üçün. Belə deyək də. İndi topdan satışa bəzi şəxslər ixracı da yazır, qayməni də cəmdir yazır. Mən müəllimlə danışanda müəllim dedi ki, o boşluqdur. Məcəllənin 13.2.63-cü maddəsinin səhvidir. Yəni mən də zaten bilirəm, ixrac topdan yazılmalıdır. Yəni topdan, yəni bir növ vergi ödəyicilər arasında olan təqdim olunmadır. Topdan aşağı qiymətə mallar verilir, pərakəndədən ticarət alması daha aşağı olur və sair belə. Amma mən öz öyrətdiyim kimi eləyəcəm, onun problemi yoxdur. Biz topdan çıxardıq. Bizim mal satışımız budur. Mal qaymələrimiz budur. Sadəcə burada məsələ nədir? Əsas məsələ nədir? Diqqətlə baxırıq dəyərli yoldaşlar. Burada 4 elektron qaymə var. 4 elektron qaymə var. Bir də aşağıda. Baxın bura boş qalıb, görürsüz? Bunu özüm boş vermişəm. Bu aşağıda CCC, ASC mənə fevralda 100 min pul ödəyir. Baxın bu 100 mindən söhbət gedir. 100 min mənə pul ödəyir. Bu 100 minin avans almışam fevralın 12-si. Martın 21-i qayməsini yazmışam. Bax bu 100 min burada olacaq. Bu 100 mini götürürəm buraya yazıram. Yəni avansın gəlirlər bölməsində, satış bölməsində hansı ki indi yazılır. Yenə mən izah etməyə çalışıram. Belə danışa bilirəm də. Yenə fikirləşirəm, bir dənə deməmişəm. Təkrar üstündən gedə bitirərəm. Yenə də avans pul almışam, almamışam. O pulu ümumiyyətlə almışam, almamışam gəlirlərdə, xərclərdə mənasızdır o yanaşma. Mən qaybını boş saxlamışam ki, izah verə bilim. Bu 100 min pulunu aldığımın qayməsi deyil bu. Bu onun qayməsidir. Bu qaldı burada. Deməli bir dənəsi bunun qayməsini vurmuşam. Deməli buradakı dövriyyəni toplayanda 600 min manatdır. 600 pulu almışam, almamışam. Görürsüz burada bomboş vermişəm. Çünki bu avansda pulu zaten bağlanmış. 600 min malların təqdim edilməsi üzrə elektron qayma faktura göndərmişəm. Sırf göndərdiyim qaymələrin 600 minlik mal satışıdır. Bu 600 min manatı götürəcəm topdan satışa. Burada sizin üçün daxil edəcəm. Ədresi 600 min yazdım. Ondan sonra biz sizə bildirmişdik ki, 200.1-də topdan plus pərakəndə plus ixrac olmalı. Bugünkü gün proqramın tələbi budur. Mənim pərakəndəm 200 min, mənim topdanım 600 min. Hələ burada hələ mən bir şey deməmişəm. Onu birazdan əlavə edərik. Sualı sizə verəcəm. Siz mənim o səhvimi tutun. Səhv deməyim, satış demədiyimi indi sizdən soruşacağam. Nəyi mən burada demədim? Birazdan deyəcəm. Bu 600 min, 200 min, 800 min edir. Mən burada 800 min yox, üstəgəl buradakı ixracı da yazmalıyam. 510 min ixrac dövriyyəsini tapmalıdır. 510 minlik ixrac. Deməli 200 min, üstəgəl 600 min, elədir 800 min, o da 510 min, 1 milyon 310 min manat. 1 milyon 310 min manat dövriyyə burada öz əksini tapmalıdır. Çox yazdım, bir dənə çox getdi gözləyin. 1 milyon 310 min manat. Görürsün nida etdi. Bu topdan satışı yazdım. İndi mala xidmətə keçəcək yaşaya. İndi mən burada nəyi yazmadım yoldaşlar? Siz biraz yardımcı olsun da dərs, yadda qalmasın. Kim bilirsə səs alsın desin. Mən nəyi yazmadım? Məsələn, sizi tanış elədim də, birinci şiti sizi tanış elədim. Nəyi yazmadım? Səsini yazılımı daxil edin, xahiş edirəm. Zeynəb xanım, nəyi yazmadım? Üzr istəyirəm. A adlı burada cihaz var. A yazılır. A kimdir? Xahiş edirəm. Hamını tanıdım. A kimdir? A öz kimliyini bəlli eləsin, xahiş edirəm. Axşamınız xeyir. Deyəsən məndədir, çünki mən daxil olanda adı istədim. Ayla xanımdır. Yox, Aynurə. Hə, Ayla xanım, okey, olsun problem. Adınızı dəyişdirəm. Yox, nəsə heç vaxt elə olmadı. Bu gün də dəfə. Bildim. Ayla xanım cavab verin mənə. Nəyi yazmamışam Ayla xanım? Ayla xanım səsi bağlı. Zeynəb xanım siz Eşəmək başlamışsınız. Buyurun. Yəni sizin hesabat hansı ki qurmusunuz bayaq ordan nəyi yazmadınız? Bəli, burada mən məlumatlarınızı xidmət yazmışdınız deyəsən, onu qeyd etmişdiniz. Neydi? Gözün hələ ki mallardan danışıram. Malların rəqəmlərini yazdım ha bura Zeynəb xanım. Burada nəyi qaçırtmışam, nə çatmır burada? Hansı rəqəmi gəlməmişəm rəqəmlərin üstünə? Azad olanları. Ay sağ ol, azad olanları. Azad olanlar da yazılmalıdır. Yadda saxlayaq ki, bu gəlirlər hissəsi. Vergi hesablamaq üçün qoyuram qırağa. Verginin işi biz gəlirlərə nəsə yazırsa, vergi hesablanır. Yəni onu yaddan çıxarırıq. Verginin hesab kitabı burada gedəcək. Hesablanma hissəsində nə istəsək dəyişərik. Biz azad olanları da bəyan eləməliyik, göstərməliyik. Aşağıda yazmışam ki, baxın dövriyyə budur. 130 min manat azad olan gəlir var. 130 min manat misal nəsə satmışam, gəlirlər üzrə verginin azadlığı. 130 mini nə ilə satmışam, qaymə ilə. Bu 130 mini gəlib 600 minin üzərinə yazmalıyam. Çünki topdan satışlı maldı qaymədir. 600 min olacaq 730 min. Bunun üstünə yenə 130 mini artırmalıyam ki, 130 min artıq 1 milyon 440 minlik dövriyyə göstərməliyim. Aydındır? 130 mini də artırdıq, bunu düzəltdik. Sonra indi düşürük aşağı. 200.2-yə gəlirlərə, xidmətlərə baxaq. Biz vurğulamışdıq ki, ekrana toxunmayacağıq. Biz vurğulamışdıq ki, xidmətdə
belə desək, restoran, digər xidmətlər hamısı bir ad altında təqdim olunur. Bu mənim normal servis xidmətimdir. Baxın, burada da bir boş yer vermişəm. Burada da bir boş yer vermişəm. Diqqətlə baxsaq, deməli, baxın, buranı boş vermişəm. Bu nədir? Bu 120 mindir. Bu 120 min burada olmalıdır, bu avans. Bu avans orada olmalıdır. Yəni, bunu orada. Deməli, xidmət üçün kimdənsə avans almışdım, qayməsini yazmışam. Pulu almışam, mayın 25-i qayməni yazmışam, oktyabrın, iyulun 10-u, iyulun 10-unda yazmışam. Bu da vergi pulumu alıb nə qaymə yazmışamsa gəlirdi. Pulu aldım, sadəcə bu avansı ona görə yazmışam ki, əlavə bir doldura bilim. Deməli, bizim burada 658 min xidmət satışımız var, görürsünüz. Daha sonra aşağıda İAŞ. İAŞ-də 42 mindir. Bunu ümumi götürəcəm. Çünki cəmlənməlidir. 700 min manatlıq elektron qayma ilə xidmət və catering xidmətim var. Xidmət və catering xidməti 700 min budur. Üstəgə nəzarət kassa aparatı ilə xidmət, nəzarət kassa aparatı ilə İAŞ. Bu da 120 min və 120 min və 350 min. Ümumilikdə hamısı cəmlənib yazılır. Çünki biz sizdən keçmişdik ki, 200.2-ci sətirdə yuxarıdakı topdan pərakəndə kimi parçalanma yoxdur. Hamısını qayma, MK, iflas, İAŞ xidmət hamısı cəmlənib bura. Bir dənə icarəmiz alınır. İcarə aşağıda 203-də. İndi toplayıram. Deməli 700 min bu eləyir. Bir də bu ikisi 1 milyon 170 min. 1 milyon 170 min yazıram bura. Deməli 171, 1 milyon 170 min təqdim etməm oldu, yazdım. Sonda məndə aşağıdan soruşur ki, İAŞ varmı burada? Varsa açıq deyirəm, bəli, İAŞ var. 3 qaymə İAŞ. 42 min burada qaymə var. 350 min də kassa aparatı ilə yemək satmışam. 392 min, 350 üstə 42, 392 min İAŞ fəaliyyətinə daxil edirəm. Bu açıqlama niyə bir daha verdi? Milyon yazdım gözləyim. 392 min alt bənd kimi verdim ki, İAŞ. Bununla da buranı bitirdik. Buranı bitirdik. İndi düşürəm aşağı. Bizdə digər sətirlər varmı? Var. Əsas vəsaitlərin təqdim edilməsi var. Bu harda yazılır? Gəlirəm indi alış hissəsinə. Bu hissə alışdır. Tələsməyə izah edəcəm xərclərdə. Burada deməli dəyərli yoldaşlar, bu cədvəl ki var. Bu cədvəl əsas vəsaitlərin cədvəlidir. Qısaca yazmışam. Bizim əsas vəsait alışlarımız olub bu il. Bu il deyək ki, baxın ancaq budur. Baxın burada mən satılıb yazmamışam. Nəzarət vasitəsi 20 sataq. Bu əsas vəsaiti satışa çıxardacam. Tələsməyə 60 minə hesablanma xərc ödənilir. Bunu silə. Baxın, bu əsas vəsait cari ildə satılır. Yəni bunu bu il almışdım, 50 minə almışam, sonradan 60 minə satmışam. Yəni fevralda məsəl üçün yanvarda almışam bunu, oktyabrda satmışam. Yəni istifadəyə buraxmışam, istifadə etmişəm, sonra satmışam. İndi bu da əsas vəsaitin təqdim olunmasıdır. 50 minə aldım, 60 minə satdım və biz vurğulamışdıq ki, əsas vəsaiti satıramsa, satdığım il amortizasiya eləmirəm. Satdığım il onu birbaşa silirəm xərcə. Yəni 50 mini birbaşa xərcə siləcəm. Amma aşağıdakı nəqliyyat vasitəsi 100 mindir, bunu 25% amortizasiya eləyəcəm. 50 minlik əsas vəsaiti 60 minə satmışam. Biz də demişdik ki, 201-ci sətirdə amortizasiya olunan. Bu deməkdir ki, amortizasiya eləmirsən. Yəni oluna bilən 60 mini yazıram bura. 50 mini satış qiymətini yazıram bura. 50 mindən də danışaq. Bunu da bura yazdıq. Bizim istəyirsiniz gəlin bir pozisiyada burada artıra bilərik. Bir pozisiyada ya da axırda artırarıq, ya indi artıra bilərik. İstəyirsinizsə məsəl üçün sizin üçün burada bir pozisiyada artırım. Şərt olaraq deyək ki, tələsməyin. Baxın, söhbət gedir bundan, bir dənə də icarə qayməmiz var. Hər hansı bir avadanlıqda misal üçün biz sizinlə icarəyə vermişik. Ümumi mən indi burada formal yazdım qayməni. Deyək ki, bir növ belə desək, üzr istəyirəm. Bu Excel-də gördünüz. Bir növ belə deyək ki, bir 50 min manatlıq icarəyə bir nəfərə nəyisə icarəyə vermişəm, bir qaymə bulmuşam. 50 min də mənim icarəm. Bura icarə yazdım, icarə xidməti göstərmişəm. 50 min manatı gətirəcəm, daşınan əmlakın icarəsinə 50 min yazacağam. Maşınlardan birini icarəyə ver. Bir aylıq vermişəm 50 min. Ya ofanusunu vermişəm icarəyə, misal üçün da verdik. 50 mini də daxillədim bura, icarə gəliri kimi bu formada göstərə bilərik. İndi bir də bizim burada müsbətdən məzənnə fərqimiz var. Bunu bu hissədə göstərmişəm. Bu digər əməliyyatlarda bunu böyüdürəm sizin üçün. Burada müsbət məzənnə fərqi vermişəm. 9000 manat şirkətin müsbət məzənnə fərqi olub. Bu digər əməliyyatlarda deyil. 9000 manat görün 9000-dir bu yoxsa? 9000 manat şirkətin müsbət məzənnə fərqi olub. Bu 9000 manatı da gətirib bəyannamədə gəlirlər hissəsində burada müsbət məzənnə fərqi yeri var. Gəlirlər hissəsində 215-dir səhv eləmirəmsə, yox, 214. 214-də 9000 manatı da müsbət məzənnə fərqi kimi göstərməli. Bu öz yerində. Bu qalır belə. Hələ bununla da bitmir. İndi düşürəm aşağı. Burada nə edəcəm? Mənim bu il vergidən azad olan əməliyyatlarım var. Onu yuxarıda yazdım. Vergiyə bəyan elədim. Göstərdim indi onu azaltmaq vaxtıdır. Onu azaltmalıyam. Azaltmaq üçün biz nə edirdik? Bu satış hissəsində bizim üçün 130 mini 5 nömrəli əlavədən tənzimləyirdik. 5 nömrəli əlavədən. Gəlirik 5 nömrəli əlavəyə. 5 nömrəli əlavədə 130 mini bizdə yuxarı hissədən söhbət gedir. Bu başlıqdır. Məsəl üçün 130 mini yazıram deyək ki, bu azad olmadı. Yazılsın bu. Yazılmadı. 130 mini yazdım bura. İndi gəlirəm gəlirlər hissəsində görürəm ki 130 mini sistem avtomatik aşağıda azaldır. 130 min vergi var. Mənim ümumi gəlirim 2 milyon 729 mindir. Mikro, kiçik, orta və iri olmadığını bu göstərir. 218 göstərir. 556 nömrəli qərar bu sətirdən işləyir. Aşağıda 130 mini 5 nömrəli əlavə yazdım deyə azalma verir. 2 milyon 729 mindən sistem 130 mini çıxır. 2 milyon 599 min manat mənim üçün gəlir. Vergiyə cəlb olunan gəlir göstərir. 220-ci sətir vergiyə cəlb olunan gəlirdir. Yəni gəlirlərdən xərcləri çıxanda 2 milyon 599 mindən çıxacaq. Amma mikro, kiçik, orta, iri olmadığını bu hissə mənə bəyan edir. Bu belə. Sonra mənim burada başqa bir əməliyyatım da var. Bu başqa bir əməliyyat nədir? Xərclər hissəsində belə bir bölmə vermişəm. Baxın bu bölmə. Mənim satışımdan mənə qaytarmalar olur. Mən ki vergiyə cəlb olunan əməliyyatlardan söhbət gedir. Baxın burada birinci qayma var. Bu birinci qayma nə qədərdir? 100 min plus ƏDV. Görürsünüz də bunu. 100 min plus ƏDV qayma var. Bunun qabağına heç nə yazmamışam. Bomboş vermişəm. Niyə? Çünki bunu satmışam bu malı. Qayməsini göndərmişəm yanvarda göndərmişəm fevralda. Sonradan bu malı mənə qaytarıblar. 100 mini geri qaytarma veriblər. İndi buradan baxın. Bir dəfə 40 min qaytarıb, bir dəfə 60 min qaytarıb. Bu aylardır, aylar. Bunlar ayları ifadə edir. Baxın, mayda 40 min qaytarıb, bunu izah edəcəm. Sentyabrda da 60 min, həmin 100 minlik malı 2 dəfəyə mənə qaytarıb. Amma qaytarma o demək deyil ki, mənə 100 min qaytarsa, mən o 100 mini də buradan silim. Yox, buradan silmək olmaz. Burada misal üçün sən fevralda qayməni yazmısan 100 min plus ƏDV. Həmin 100 min birinci yazılır bura. 3 gündən sonra, 3 aydan sonra, 5 aydan sonra həmin malı sənə qaytarırlarsa, gəlirdən çıxmalısan, bunu azaltmalısan. Düşürsən aşağıda 219.6-cı sətir keçmişdik. Dəqiqləşdirilən əməliyyatlar. Həmin 100 mini satış qiyməti ilə buradan silirsiniz. Gəlirlər hissəsi satış qiyməti ilə daxil olma verilir də belə deyək, bu əməliyyatların vasitə. Gəldi düşdü 2 milyon 499 min. 100 min də azaldı. Çünki qaytarma olsa onun vergisini verməyə ehtiyac yox. Gəlirlər hissəsini doldurduq. Keçirik xərclər hissəsinə. Xərclər hissəsində xərclərimiz çoxdur. Bir-birini onları daxil eləyək. Belə normal davam edirik yoldaşlar. Əsas işimiz əlavə vergi olacaq. Normaldır belə davam eləyək yoxsa çətinlik yaradır sizə. Zəhmət olmasa bir iki yoldaş fikir bildirsin.
Fikir bildirin zəhmət olmasa. Başa düşülürsünüz tamam. İndi başlayırıq xərclər hissəsindən. Belə bir cədvəl yaratmışıq xərclər hissəsi üçün. Bu hissəyə baxırıq. Deməli ilin 12 ayıdır. Bu yanvar ayıdır. Bu fevral ayıdır. Bu iki yan-yana sütun nədir? Misal üçün hesablanmış əmək haqqı sətri 5000 əmək haqqı hesablanır və ödənilir yanvarda. 5000 əmək haqqı hesablanır və ödənilir. Bu əməliyyatların dəyəridir. Hesablanır. Misal üçün bunu fərqli yazmışıq. Söz. Bu formada ödənişləri əks etdirir. Sol əməliyyatın dəyəridir, sağ bunun ödənişidir. Əmək haqqından başlayırıq. Bu mənim illik əmək haqqımdır. Ay yazmışam, sağda cəmlənmə vermişəm. 12 aya hər ay 5000 hesablanmış əmək haqqı 60000 idi. Bu 60000-i mən hesabatda göstərməliyəm hesablanmış əmək haqqında. 60000-i götürürəm, 60000-i yazıram yerli işçilərə, 60000-i yazıram yerli işçilərə. Ondan sonra bu bir şey dediyim ki, bu xərclər vergiyə cəlb olunan əməliyyatların xərcləridir. Birazdan digərində bunların üzərinə gələcək. Mərhələli formatı gələcək. 60000-i yazdım. Sonra gəlir sosial sığorta haqları, yəni işə götürəndən tutulmalar. MDSS, İTS və işsizlikdən sığorta haqları. Gəlirəm burada üçünü də vermişəm. MDSS birincidir, İTS və işsizlik. Bunları da deyək ki, bu rəngdən verirəm. Bu da işə götürəndən tutulmalar. Bunların da cəmi sağ tərəfdə verilir, ən sağ tərəfdə. Toplayanda bu eləyir 10140 manat. Üçünün cəmi 10140 manatı da daxil edirəm sizin üçün bura. 10140 manatı da bura daxil edirəm. Bunu da yazdım. Ondan sonra gəlirəm burada dəyərli yoldaşlar, icarə. Bizim şirkətimiz X bir hüquqi şəxsdən icarəyə yer götürür. Ayda 1500 manat icarə haqqıdır və həmin şirkət də bizə hər ay elektron qayməli göndərir. Siz normalda həmin qaymələri yığmalısınız səliqəli formada. İndi mən rəqəm yazmışam. İcarə qayməsi 1500, 12 aydan böyle 18000 pul. Sağdan baxaq 18000. Hələ bu sadəcə əməliyyatların dəyəridir. Bunun pullarını biz ödəmişik. Ödəməmişik məsələyə yaxından uzaqdan heç bir aidiyyatı yox. 18000lik xidmət almışam, icarə xidməti almışam. Düşünürəm aşağıda hələ ki bunları birazdan yazarıq, hələ yazmamışıq. İcarə hüquqi şəxslər. 18000 manatı daxil edirəm bura. Və ya gəlirlər hissəsində 50000 icarə göstərdim. O mənim satışım idi, bu mənim alışım. Daha sonraki hissədə keçirik burada ezamiyə xərci var. İşçilərdən müəyyən bir hissəsini ezamiyyətə göndərmişik. Bunun da məbləği toplam 1350 manatdır. 1350 manat ezamiyyət norma çərçivəsində olan ezamiyyətdir. Bu misal üçün 90 manat normada 100 manatlıq yerdə qalırsa 10 manatda sayılmamalıdır. Normadan artıq olanların xərclər hissəsində yeri yoxdur. Ancaq xərclər gəlirlərdən çıxa bildiklərimizi burada ezamiyyə normalarına 1350 manatı daxil etməliyik. Ondan sonra Excelimizdə görək nə var? İşıq. Azər İşıqdan bizə elektron qaymələr gəlir. Ümumi hər ay 110 manat, 90 manat, 70 manat, 70-dən üzü yayı az yazılır belə dəyişir. 1006 manat işıq qayməsi daxil olur. Həmin işıq qayməsində enerji xərcləri hissəsinə bura daxil edirəm. Ondan sonraki hissədə hansı xərcimiz? Qaz xərcimiz var. Azəriqazdan bizə elektron qaymə daxil olub. Standart ayda 20-15 manatlıq qaymələr, 246 manatda Azəriqazın bizə göndərdiyi qaz xərci ilə bağlı elektron qaymələr. Ondan sonraki hissədə görək hansı xərclərimiz var. Yanacaq. Yanacaq xərci içində yol vergisini də götürürük. Azpetroldan deyək ki 15130 manatlıq benzin qayməsi almışıq və o yanacağı istifadə eləmişik. İstifadə eləməsəydik xərclər tam yazılmayacaqdı. Yanacaq əgər şirkətdə qalıbsa o ehtiyatdır da, istifadə olunmayıb baxır. Biz deyirik ki 15130 manatlıq yanacağı almışam və elə də istifadə ilin sonuna kimi eləyib bitirmişəm. Yanacaq xərclərinə 15130 manatı daxil elədik. Ondan sonraki hissədə burada internet və telefon xərcləri var. İkisi yan-yanadır. Bu rabitə xərci kimi bunu qəbul edə bilərik. İkisini də cəmləyirik. 3600 biridir, 3000-də biridir. 6600 manat idi. 6600 manatı rabitə xərclərinə belə deyək. Rabitə xərclərinə 6600 manat daxil olmağa veririk. İnternet və rabitə. Ondan sonraki hissədə görək nə var? Bank komissiyaları var. Biz bank əməliyyatlarına münasibətdə banklar bizdən komissiyalar tutub ayda 500 manat, 600 manat bank çıxarışından bunları götürürük. 6832 manat. Həmin 6832 manatı bank xidmətləri üzrə bankın bizə göstərdiyi xidmətlər xərc bölməsinə yazılır. Bunu da daxil elədik. Ondan sonraki hissədə reklam var. Tapaz şirkətində mağazamız var. Malların şəklini qoyub satış edirik. Tapaz gedir də bu reklamlar qayməsi gəlir. 6000 manatlıq ayda 500 manat. Bunu da reklam xərcləri səthinə daxil etməli olacaq. Bunu da daxil elədim. Düşünürəm aşağı kredit faizləri. Biz bankdan kredit götürmüşük və bu kreditin faiz hissələridir. Hər ay ödədiyim faizlərdir. 15396 manat kreditimin faiz hissəsi var. Əsas məbləğ ayrı, bank çıxarışına düşüb, faizlər ayrı. 15396 manat. Bir daha təkrarlayıram. Bir daha yadınıza salıram. Vergi məcəlləsinin 110-cu maddəsi bank kreditlərindən danışır. Bank kreditləri həmişə hər zaman xərcə yazılmır. Nə var? Xaricdən kredit götürəndə. Ölkə daxili kreditlərin faizləri xərcə birbaşa yazılır. Birbaşa xərc anlayışı var. Bir də birbaşa olmayan xərclər vardır. Birbaşa xərc olur ki, yəni birbaşa yazırsan da, yəni məhdudlaşdırılan xərc statusuna gedir də xarici kredit. Çünki Mərkəzi Bankın ortalama 125% tətbiqi, amma 110-cu maddəni oxuyarsınız, şirkətlərin xaricdən kredit götürməsi aydın dövlət şirkətləri tərəfindən olur, o qədər aktual deyil də. Ona görə o məsələlərə toxunmadı. Bizim kreditimizin faizi budur. Kredit faizi 221.1-ci sətrə yazılır. Bunu da buraya sizin icazənizdən daxil edirik. Bunu da yazdıq. Ondan sonra gəlir bizim nağdlaşdırma vergisi. Bizim sahibkar direktor bankdan pul nağdlaşdırıb gətirib pul qoyub şirkətin kassasına nağd əməliyyatlar üçün. Az pul nağdlaşdırır. Yəni burada 600 manat nağdlaşdırma kredit faizi var. Baxın biz gedib bankda 60.000 pulun faizidir, vergisidir. Məsələn direktor gedib bankdan məsəl üçün 30.000 pul nağdlaşdırıb. Gedib çek kitabçasını götürüb, möhürü götürüb, yaxınlaşıb öz filialına 30.000 pulu götürüb. 30.000 pulu götürüb gətirib verib şirkətin kassasına mədaxil kimi verir. Həmin 30.000 bankdan götürəndə vergi məcəlləsinin 220.12-ci maddəsinə əsasən 1% vergi tutulur. Bunun içindən yox, üstünə ÖMV kimi tutulur, üzərinə cəmlənir. Yəni bizim hesabda gələ 30.300 manat olsun ki, biz 30.000 nağdlaşdıra bilək. Hələ orada bank komissiyası da var. Bank hələ o komissiya 6.000-in içindədir burada. Bank qiymətinə pul verirlər, burada vasitəçi oluram, sənin pulunu saxlamışdım. Mənə də məsəl üçün 0.8%. 30.000-in 0.8%. 240 manatdan mənə ver. 250 manatdan mənə ver. Elə bankımızda 30.000-dən 500-600 manat çox olsun ki, o pulu nağdlaşdıraq. Bir bank çıxarışına pulu nağdlaşdırarkən 3 xətt düşür, 3 xətt. Birinci sətr düşüb nağdlaşdırıldı 30.000. İkinci sətr düşüb sıralamanın qarşılığında ikinci sətr nağdlaşdırma vergisi 300 manat, üçüncü sətr nağdlaşdırma komissiyası 240 manat. Deməli 30.000 pul vəsaitinin hərəkətidir, xərc deyil. Kassa bankdan kassaya mədaxildir. Onun mənfəətləri yeri yoxdur, pul vəsaitində qalır. 300 manat nağdlaşdırma vergisidir. Birazdan 233-cü sətrə yazarıq. 240 manat da bank komissiyasıdır. Həmin 240 manatın taleyi burada həll olundu. Həmin 240 manat bunun içindədir məsəl üçün. Amma 300 manat isə bizim məsələmizdə 600 manat deyək. 600 manat isə burdadır. Deməli 220.12 bax 233.5-də. 600 manatı gətirirəm bura. Sizin üçün daxil elədim nağdlaşdırma vergisi. Bu belə dəyərli yoldaşlar. Əmlak vergimiz də var. Mən bu əmlak vergisi yazıram. Şərti olaraq bura 5000 əmlak vergisi yazıram. Çünki əsas vəsaitimiz varsa əmlak vergimiz də olmalıdır. 5000 əmlak vergisi yazıram. Bunu da əlavə edirəm. Əmlak vergisi hara yazılmalıdır? Bu 5000-i götürürük. Bildiyimiz kimi vergi məcəlləsinin 119.1-ci maddəsinə əsasən əmlak vergisi, torpaq vergisi və mədən vergisi birbaşa gəlirdən çıxılan xərc statusuna malikdir. Digər vergilər həm xərc yazıla bilər, həm yazıla bilməz. Mənfəət vergisi ilə gəlir vergisi ümumiyyətlə yazıla bilməz. Ona görə burada əmlakın yeri var. Əmlak üstündə 5000 manat daxil olmalı vermək bizim vəzifəmizdir. Bunu da burada doldurduq. İndi düşürəm aşağı ən əsas məsələyə, mal materialının hərəkəti. Mal materialının hərəkəti. Deməli dəyərli yoldaşlar. Gəlirəm burada alış hissəsinə. Alış hissəsini görürsünüz. Baxın bu alış hissəsidir. Baxın alış hissəsi. Bölürəm. Biz 3 istiqamətdə mallar almışıq.
Elektron qayna ilə başqa bir Excel'dir. Bu elektron qayna ilə aldığım mallar, elektron qayna. Bu mal yazmışam, bura xidmət yazmışam, bura iaşə. Bunlar hamısı maldır. Sadəcə bu toptan satış üçün, pərakəndə satış üçün alınıb. Bu xidmət üçün alınan sahib məsrəflərdir. Bu isə restoranın ətidir, göyərtisidir, belədir, yağı pendiridir, belədir. Ayırmışam, ambarı 3 yerə bölmüşəm. Mənim bu il toplam 1.800.000 mal burada almışam, xidmət sözündən almışam, iaşə sözündən almışam, sonra ithal eləmişəm, indi bunlardan danışarıq, ithal da eləmişəm. İndi burada vergi soruşur ki, Elşən, sənin üçün yuxarıda 2 sətr vermişəm xərclərdə. Malın dəyəri sətri var və xam mal və materiallar sətri var. İndi mənə sual verir, Elşən, malın dəyəri sətrində sən pərakəndə satış, toptan satış və ixracın mayasını yazmalısan. Yəni yuxarıda gəlirlərdə az öncə 1.440.000 manat ki yazdın, 1.440.000 manat. Yəni bunu bir daha belə göstərim sizə. 1 milyon azad olmaları yaddan çıxardırıq, azad olma falan hər şey qalacaq elə tələsmə. Deyir bu 1.440.000 manatın indi bu görürsüz burada fərqli deyirəm sizə. Eyni məna fərqli danışma. 1.440.000 mayasının malın dəyərinə yaz. 1.170.000 məsrəfini isə xam mal və materiala yaz. Çünki bu xidmətin material məsrəfidir. Yuxarıdakı malın material məsrəfi, mal məsrəfidir belə deyək. Başa düşürsünüz? İndi mən deyirəm ki, xidmətlə bağlı təqdim etdiyim gəlirlərin material məsrəfi varsa, onu yazacaq xam mal və materiala. Topdan pərakəndə bir ixracın mayasının malın dəyərinə. 1.440.000 satış eləmişəm. Xərclər hissəsində yazmışam ki, mal istifadəsi mal satışı üçün. Mal istifadəsi mal satışı üçün. Görürsüz? Burada mal satışı yazmışam, mal satışı. Burada xidmət satışı, burada iaşə satışı, onların material məsrəfidir. Hər ay nə qədər ambarda mal çıxır, satılır. Buradan baxsaq, cəmləmə niyə verməmişəm? Gözləyin yoldaşlar, cəmləmə yaddan çıxıb. Deməli, cəmləmə verim sizin üçün. Baxın, cəmləmə deməli, ümumi elədi 896.800 manat. 896.800 manat. Bu rəqəmi gətirirəm malın dəyərinə daxil. Sizin ambarınız gələ olsun. Az öncə cədvəlci göstərdiyim misal üçün siz gələ birinci alışları yazasınız. Sonra satışları siləsiniz. Axırda baxasınız, nə qədər mal silmisiniz, onu gətirib yazmalısınız bura. Ambar uçotu getməlidir. Sonra burada iaşə ilə xidmət, iaşə ilə xidməti sarı bunları ümumi cəmləyəcəm. Bu da materiala gedəcək. Xidmət də xidmətdir, iaşə də xidmətdir. Belə çox belə deyə bilərik də. Bunların cəmi nə qədərdir? Ona görə avtosan verək. Bu avtosan hamısı bu iki sətrin içində götürürük, cəmləyirik. Ümumilikdə 700.000 manat. Deməli 1.170.000 manatlıq xidmətin məsrəfi material tərəfdən 700.000 manat təşkil edir. 700.000 manat da xam mal və materiallara daxil edilməlidir. Bu daxil elədik. Azad olmadan danışırıq. Azad olmaları birazdan cəmləyəcəyik. Bunu da yazdıq. Görək burada bizim başqa nəyimizsə qaldı. Bunları da yazdıq. Bu kredit yox, nizamnama yox, təşkil borcu yox. Bunu bitirdik. Bir əməliyyatımız qaldı. Əməliyyatımız hansıdır? Qaytarmanın mayası. Qaytarmanın mayası. Biz az öncə gəlirlər hissəsində 219.6-cı sətri göstərdik. Və o sətirdə bildirdik ki, satışın birinci qayməsi 100.000 manatlıq qaymə bizə geri qaytarılır. Mən bu məlumatları daxil etməklə bağlı vergi məcəlləsinin 163-cü maddəsindən istifadə edirəm. Qayda zaten budur. Və 2022-ci ildən artıq vergi məcəlləsi üzr istəyirəm. Vergi bəyannaməsinə 219.6, 235.6.5 onlar əlavə olundu azalma ilə bağlı. Əgər siz mal satışına münasibətdə gəlirlər hissəsində burada 100.000 göstərmisinizsə, bu malın təqdim etməsinin mayası var axı. Bunu mən hardasa baxmalıyam. Düşürəm aşağı, deyirəm ki, bu bizə qaytarmanın mayası var. Çəkirəm sağ tərəfə baxın. Deyirəm 100.000 satışın mayası 95.000. 95.000 manatdır. 95.000 malı 100.000-ə satmışam. O 100.000 bunun içində idi. Aşağıdan yazdım, sildim onu, azaltdım. Eyni ilə həmin 95.000 manatda bu 896.000-in içindədir. Siz buradan azaltmayın. Azaldanlar da var. Aşağıdan azaldırdı. O aşağıdakı sətr nə üçündür? Aydın yoldaşlar, əvvəl o sətr yox idi, buradan azaldırdı. Zaten uyğunsuzluq gələcək, cavab verəcəksiniz. Mən həmişə deyirəm, sənəd bağlanır, bəyannamə təsdiqlənir. Düşürəm aşağı 95.000 manatı azaltmalıyam. Burada məqsəd nə idi? 95.000 yazın, tələsməyin. 950. 95.000-i 235.3-ə yazıram. Plus 235-ə yazmalıyam. Hər ikisinə yazılmalıdır qayda. Bunu yazdım bura. Deməli o bir tərəfdə 100.000 yazmışdım. Onu sildim. Mayasını da silməliyəm ki, vergi tutmaya təsiri olmasın. Bu formada bu məlumatları da burada daxil elədim. Zeynəb xanım, sualınızı indi gördüm. Ambardakı malların dəyərinə görə. Siz danışabilirsiniz, buyurun. Yəni ki, deyirsiniz onu niyə yazmalıyıq? Biz də ambara istər-istəməz mal qaytarırıq. Malın da dəyəri 95.000-dir. Əslində bizim satışımız 100.000 olsa da, malımızın əsas dəyəri, maya dəyəri 95.000-dir. Onu göstərmək üçün yazırıq qaytarmanı. O sual vermək istəyirdim. Bu hissəyə deyirsiniz. Aha, bəli. Biz onu göstəririk də, mal belə deyək də, ambarımızın qalıq dəyərini göstəririk də burada. Yox, ambar deyil. Bu ambar. Yox, bunu demirəm. Bunu biz daxil eləyirik. Bu da bizim ambarımızda görsənəcək, mal geri qaytarılıb deyə. Bəli, bu bizim ambarımızda, ambarımıza qayıdan maldır belə deyək. Aha. Yəni burada hansısa hissədə ambarın qalıq dəyəri göstərilir də yəqin ki. Xərclər gəlirlərdə yox, gəlir xərcin ambara yox, əlavə birdə göstəriləcək. Hə, anladım. Bəli. İndi davam edək. Bizim burada başqa nəyimiz qaldı? Başqa bizdə deməli qaldı, tələsməyək. Vergidən azad olunan gəlirlər. Xərclər üzr istəyirəm. Biz satış hissəsində hələ bizim başqa işlərimiz də qaldı. Gözünüzün onu əlavə eləyək üzr istəyirəm. Bizim nəyimiz qaldı sizcə? Sizcə nə qaldı? Siz də kömək edin mənə. Nə qaldı bizdə görəsən? Mənim orada aydın əmimcə yazıb, o qaldı axı. Aydın öncə nədir? Dedi aşağı alt. Qalsın da, pul gəlib satış eləməmişik. Avasda qalır. O qalır, qalsın. Pul bizdədir. İyul 4 2025-də alıb olacaq. Bizim əsas vəsaitlərimiz qaldı. Amortizasiyamız qaldı. Gəlirəm indi alış hissəsinə, bu sənəddə. Deməli bizim əvvəl verəcəm sizə, verməmişəm. Baxın, bu bizim əsas vəsaitlərimizdir. Biz cari ildə bir əsas vəsait, baxın bu nəqliyyat vasitəsidir, bu da nəqliyyat vasitəsidir, bu da nəqliyyat vasitəsidir. Kateqoriya yazır. 4 ədəd, belə desək, nəqliyyat vasitəsi alış olub, bu il alış eləmişik. Bu 4 ədəd nəqliyyat vasitəsindən üçünü istifadəyə buraxmışıq. Bir dənə bunu istifadəyə buraxmışıq. Görürsüz, istifadəyə buraxılmayıb yazılıb. İstifadəyə buraxılmayıbsa amortizasiyadan danışmırıq. Üçündən danışırıq. Üçünün də biri satılıb, birinci. Deməli bundan da amortizasiya danışmırıq hələ ki. Deməli iki əsas vəsaitimiz var nəqliyyat üzrə. Biri fevralda aldığımız 100.000 manat aldığımız əsas vəsaitdir. Biri də dekabrda 200.000 manat aldığımız əsas vəsaitdir. İndi biz vergi məcəlləsinin 114.4-cü maddəsi ilə tanış olanda vurğulamışdıq ki, və yaxud vergi məcəlləsinin 114.3-cü maddəsi, 3.3-cü maddəsində demişdik ki, nəqliyyat vasitələri 25%-ə qədər amortizasiya oluna bilər. Mən burada nə yazmışam? Yazmışam ki, 25 ilə yox 20 ilə eləmişəm amortizasiya. 5% saxlamışam. Yəni 100.000 budur. Plus 200.000 də budur. 300.000-in 20%. 25%-dən yox 20%-dən. Bu 60.000 manat edir. Bu 100.000-in deməli biraz da böyüdüm. Bu 100.000-in 20%-i 20.000-dir. Amma reallıq 25.000. Bu 200.000-in 20% 40.000 amma reallı 50.000. Mən götürəcəm bu 20.000-dən bu 40.000. 60.000-i nəqliyyat vasitəsinin amortizasiyasına yazacağam 227.3-cü sətrə. Gözlük.
60 min manat bura daxil olma verdik. O biriləri neynəyi danışaq. Sonra bu satılmış nəqliyyat vasitəsi ki var. Bu 50 min mayası olan vəsait 60 minə satılır. Bunu 227.9 yazmalıyıq. 227.9 təqdim edilmiş əsas vəsaitin dəyəridir. Yəni gəlirlər hissəsində 201-ci sətirdə 60 min yazmışıq. Burada 50 min manat daxil etmək məcburiyyətindəyik ki, 60-50 ortadakı 10 minin vergisini verək. Bunu da bura bağladıq. Deməli bunu da sıradan çıxartdıq. İndi getirik bu istifadəyə buraxılmamışın burada işi yoxdur. Əlavə bir də yazılacaq. Bundan danışaq. Getirik indi sizinlə nəqliyyat vasitələrini saraldım, belə desək. Bunları bir sıradan çıxardaq belə. Getirik digər vəsaitimiz obyektimiz var, tikilimiz. 7% amma səs eləmişəm. Olduğu kimi 7-yə 7. 200 minin 7% 14 min manat. Burada 227.1-ci sətirə yazacağam. Bina tikili və qurğular üzrə amortizasiya 14 min manat da bura daxil etmək lazımdır. Daxil elədim. Ondan sonra bunu da burada başqa tikili yoxdur. Sonra gəlir burada avadanlıq. Bir ədəd avadanlığım var. 100 min manata almışam. Bunu bildiyimiz kimi vergi məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən ümumi qəbul olunmuş amortizasiya faizi 20%. Amma mən 18-dən eləmişəm. Çox eləmək istəmirəm. 100 minin 20%, 20 min eləyir, 18%, 18 min. Bu 18 mini xərcə yazmaq istəyirəm. 227.2-yə maşın avadanlıqları 18 min manat daxil olma verirəm. Ümumilikdə burada 142 min amortizasiya yığıldı. 142 minin içində 50 min satılan maşının qalıqıdır. 92 min amortizasiya, 50 min də satışın qalığı, ilin əvvəlinin qalığı silinməlidir. Bunları bu formada daxil olmasını verdik. Bunları da yazdıq dəyərli yoldaşlar. Ümumi xərclərimiz burada belə formalaşdı. İndi biz gəlməliyik azad olmaları yazmalıyıq. Bizim diqqətinizi onu çatdırım ki, bu əsas vəsaitlər vergidən azad olunan gəlirlərə aidiyyəti yoxdur. Bu vergiyə cəlb olunan əməliyyatların obyektlərində istifadə olunan avadanlıqlardır. Aydındır? Aşağıda xərclər var. Burada xərclərimiz gözünə xərclərimiz var. Bu cədvəli verirəm, siz dərsi təkrar izləyəndə nəticələndirərsiniz. Biz 3-4 ay azad olma oldu. Bu satış hissəsində 2-3 dənə qayma yazmışam. Bunun xərcləri bunlar. Baxın bunlardır. Bu hissələrdir. Deməli hesablanmış əmək haqqı 2000 manat. Bu 2000 manatı götürəcəm, 2000 manatı götürəcəm. Yuxarıda əmək haqqının üzərinə yazacağam. 60 və 2, 62 min manat. Bu bəyan etmədir. Bəyan etmə qaydasıdır. Bu formada yazılacaq. Sonra düşürəm aşağıda. İşə götürəndən tutulmalar burada 3-ü. Bu üçünü də deyək ki, cəmləyəcəm. Toplayanda eləyib 495 manat. 495 manatı da bunun üzərinə cəmləyəcəm. 10140 kalkulyator açın. 10 siz də baxın səhv olmasın. Üstə gəlir 495 olsa səhvi tapmaq çox çətin olacaq. 495 toplam 10635 manat. Bunu silirəm. 10635 manat bura daxil olmağa verirəm dəyərli yoldaşlar. Sonra görə başqa nə xərcimiz var? İcarə. Bu azad olma ilə bağlı obyektim var. Ayda 100 manatdan icarəyə götürmüşəm 4-5 ay. Bunun da rasxodu 500 manat. Bunu kimdən götürmüşəm? Yazmışam ki, bunu misal üçün bunu fiziki şəxsdən götürmüşəm. Hüquqi şəxsdən götürməmişəm. Fiziki şəxsdən icarə yerinə gəlirəm. Bu hüquqi şəxslər üzrə icarə 18 min götürmüşdük ayda 1500 manatdan. Bu da fiziki şəxslər. 500 manatdan bura yazıram. İkisi də hüquqi şəxs olsaydı bunun üzərinə cəmlənməli olacaq. Bunu da yazdım. Ondan sonra işıq. Bu obyektimdə işıq yanır. Ayda bir 5 manat işıq pulu gəlir. 50 manat da budur. İşığı da gətirirəm. Enerji xərcinin üzərinə yazıram 50 manat. 1006 manat edirəm 1056 manat. Bunu da yazdım dəyərli yoldaşlar. Sonra gəlirəm aşağıda bank komissiyası var. Adətən qayda necədir? Əgər sizin vergidən azad olunan əməliyyatlarınız, paralel vergiyə cəlb olunan əməliyyatlarınız var. 2 dənə hesab açın. Ayrı-ayrı bank hesabları. Bu çoxu ayrı qruplar, sistemi ayrı qrup. Misal üçün, nəsə satırsan azadlıq, onun üçün kapital bankda bir hesab var. Bu bir üçün kapital bankda başqa bir hesab. Bir sistemdə iki hesab ola bilər. Ya birini Bank Respublikada, birini başqa bankda. Belə ayırın ki, komissiyalarda belə ayırmaq məcburiyyətində. Düzgün usul odur. Səhər vergi gəlsə, bu usul açıb göstərə bilməsən, bunları da belə desək, bununla bağlı gəlirləri, xərcləri vergi tutmada istəyəcək səndən. Azad olma kimi qəbul etməyə bilər. Bank komissiyasında 5 manat, 10 manat, 5 manat, 10 manat, 57 manat. 57 manatı da götürürəm. Bank komissiyalarına yazıram. Şifahi toplamı yorğunluq hamımız yəqin ki, səhv eləməyəydik, kalkulyatora müraciət edək. 6832 üstəgəl 57 manat, 6889 manatı da bank komissiyasında artırdım. Bunu yazdım. Başqa xərc əsas məsələ. Malın mayası. 130 minlik satışın mayası hardadır? 130 min mal satmışam. Bu onun alışıdır. Baxın, burada cəlbəki var. Bu aşağı yuxarıdakı vergiyə cəlb olunanların ambarıdır. Bu vergiyə cəlb olunmayan. Burada 155 min manatlıq mən mal almışam. Bu 155 min manatlıq maldan 112 min manatlıq hissəni satmışam. 112 min manat, baxın, burada cəmləmə verilmir gözlüyün. 112 min manatı satmışam, 112 olmalıdır. 112 satmışam, 130 min manata. Yəni bu 130 minlik satış həmin 112 minlik malı satışıdır. 18 min üzərində pul qoyub satmışam. Həmin bu 112 mindən malın dəyərinə gedəcək. 112 min manat da buradan malın dəyərinə cəmlənəcək. Bəyan etmə belə baş verəcək. Deməli 112 min gəlir 896 min 800 manatın üzərinə 1 milyon 8 min 800 manat, 1 milyon 8 min 800 manat yazıldı. Bütün xərcləri yazdım. İndi nə edirəm? Bunu sadəcə vergiyə göstərdim. Səhər siz birdən deyərsiniz ki, mən yazırım, pozulub, da dəyər lazım. Lazımdır, bu lazımdır. Bu sübut lazımdır, sənəd lazımdır. Çünki misal üçün mən qayıdım deyim ki, mənim ayağım əyildi, mən əsgərliyə getmirəm. Mən gələ gedim komissiyadan keçim, kağız alım misal üçün da belə deyək. Bu da sübut sənəddir də, bunu da yazmalıyım. Hər şeyin açıqlaması olmalı. Ümumi nə qədər burada xərc oldu? Toplayanda bunları 115 min 102 manat edir. Vergidən azad olunan əməliyyatlar ümumilikdə 130 min edir. 130 minlik satış üçün mən 115 min 102 manatlıq xərc çəkdim. Həmin 115 min 102 manatı hər yerə yazdım. İndi düşməliyəm aşağı. Aşağıda burada vergi 235.1 var. Həmin 115 mini təkrar yazıb çıxartmalıyam burada. Yazdım, sonra burada silirəm də bilmirəm. Bunu da bura yazıram. Aydınlıqla düzələcək. Deməli mənim azaldılan xərclər üzrə 95 min qaytarmanın mayasıdır. 115 min də deməli vergidən azad olunan əməliyyatların xərc tərəfidir. 115 min 102 manat. Toplam 210 mini, ikisinin cəmini 235.1 üstə gəlir 235.2 üstə gəlir 235.3. Bu üçünü cəmləyib 235-in özünə yazmalıyıq. 210 min 102 manat bura daxil olma verir. Deməli bir daha təkrarlayıram. Biz o biri tərəfdə 130 min gəlir yazdıq toplar satışa. Getdi əlavə 5-dən onu azaltdıq. Amma xərcləri birbaşa buradan aşağıdan azaltdıq. Hesab edin heç nə yazmadı. Yazdı pozdu və eyni heç bir vergi tutmada iştirak eləmir, amma xalis mənfəətdə 14 minə qədər orada gəlir. Xalis mənfəət yaradacaq. Vergi tutma olmadı. Biz sizinlə xərclərin daxil olmasını verdik. Görə hələ bizim burada birdən bir səhvimiz zatımız olar. Diqqətlə baxaq, təsirsiz borc kredit, hər şeyi yazdıq demək olar ki, indi birazdan cədvəllərə yenidən müraciət edəcəyik. Başqa xərcimiz yox. Gəlirləri də yazdıq, xərcləri də yazdıq dəyərli yoldaşlar. Bundan iş bitmədi. 1 milyon 790 min 100 manat xərcimiz oldu. Deməli gəlir, fəal hesablanma hissəsi əlavə bir hesabda fasilə verək. 708 min 900 manat bizim xərcimiz qaldı. Biz bu hissədə işimiz yox, bir balaca işimiz var. Balaca işimiz nədir? Burada məsəl üçün zərərimiz yoxdur, heç nəyimiz yoxdur yazaq. Adətən də olmur. Aşağıda 247-ci sətir var. Amortizasiyanın xərcə yazılmayan hissəsi. Amortizasiyanın xərcə yazılmayan hissəsi. Amortizasiyanın xərcə yazılmayan hissəsi nədir? Az öncə dediyə baxın burada dəyərli yoldaşlar, Baxın, biz burada ancaq bu nəqliyyat vasitəsindən söhbət gedir. Bunu başqa qırmızı rəngdə verilən. Bir də bu nəqliyyat vasitəsi. Hətta avadanlıqda. Bunların bəzilərinin amortizasiyası az getdi, biraz böyüdü. Baxın, əslində 25 min olmalı idi, 20 min yazdım. Yəni burada düzdür, səs gəlir. Kimsə mikrofon açanda hələlik bağlayın, zəhmət olmasa. Şimdi tamamını açıb danışarsınız. Bunu çəkirəm aşağı. Burada 5 min, 2 min, 10 min, 17 min
17 min manat gəlirdən çıxmayan 17 min manat tələsməyin hə. Baxın biz az öncə nə edirik? Xərclər hissəsində, qayda xərclər hissəsində. Baxın xərclər hissəsində üzr istəyirəm. Amortizasiya bölməsində 142 min xərc yazdım. 142 min, düzdürmü? Niyə işləmədi? Bircə saniyə. 100 səhv yazdım. 227. 142 min bura xərc yazmışam. Bu 142 minin 92 min amortizasiyadır. 50 min manatı da əsas vəsaitini qalıb. 92 min bu 92 mindir. Baxın bu 90 bunlardır. 92 ay maşallah. 92 min budur görürsüz. Amma əslində 109 min olmalı. Tam salmamışam deyə. 109-dan 92 çıxan 17 min qalır. Həmin 17 min hesablanma hissəsində dəyərli yoldaşlar. Gəlir burada 247-ci sətrə yazılır. Gələcək üçün bunu saxla. Gələcək üçün bunu saxlamışam. Aydınmı? İndi fasiləyə çıxacağıq. Bundan sonra əlavə biri doldururuq. Ümid edirəm ki, maraqlı davam edir dərs. Biraz diqqətli olaq, biraz rahat olaq, izləyək ki, gələcəyi tətbiq edə bilək. Mən bu təlimə bitəndən sonra da sizə zaman ayırmağı özümə belə şərəf bilərəm ki, sizə köməklik göstərim. Əgər ehtiyac olsa problem yoxdur. Yəni belə həmişə deyirəm, islah belə danışmaya bilərəm, heç deməyim, amma deyirəm ki, yəni faydalı olsun da. Amma daha bir 4 dəqiqə, dünən məsəl üçün bir yoldaş 4 dəqiqə səs atır, bir nəfərdir. Tanıyıram kimdir, uşaqlar. Bir 3 dəqiqə səs atır. Mən bu 4 dəqiqə səsi qulaq asanda əvvəli yaddan çıxır da. Yəni qısa səslərlə, yazılarla, şəkillərlə mənfəətli heç kim ağız açmır belə kobus. Məndən soruşun da. Məni sevinirəm, məndən soruşun. Məndən başqasına heç nə demir. Məndən soruşun, mən təkrar sizə izah edeyim. Yəni mən sizə 100% əmin edirəm və əlimdə əsaslar da var ki, təlim keçənlər çoxdur. Bir neçəsi deyə yaxşı keçir. Hər təlim keçəndə praktikanı güclü bilmir. Amma elə güclü praktika bilənlər var, təlim keçmirlər. O da var da. Zaten hal-hazırda sim olaraq sosial şəbəkələrdə və ya biraz da bəzi təlimçilər var, güclü təlimçilər var. Vergi məsələsi ilə üzr istəyirəm. Oturub duran adamlar var. Vergi məsələsinin bütün keçmişini bilən adamlar var. Məndən də yaxşı bilən. Mənim 8-10 ildir bu sahədə. Mənim 31 yaşım var. 45-50 yaş adamlar da var da. Onlar verginin bəziləri lap güclüdür. Mənə keçiblər. Mən o qədər deyil. 2002 ildə vergi məsələsini, 2001, 2002, 2022, 2025-in hamısını bilir. Amma bir də praktikası zəif adamdır. Məndə bu söhbətlər gedir masa arxasında. Həmin adamdır. Mən praktikam zəif. 25 il kitabını da bilsək, müdaxilə eləsə, yenə praktika çətinliyi olur. Demək istəyirəm ki, məndə praktika yaxşıdır. Yəni mən özüm belə nəsə bir işlər qalsam, 100 nəfərə yığmağa nömrəm var. Belə lap üstün adamlara da sizə mən dəstək verim. Problem olmasın. Mən heç nəyə maraq vermirəm, amma istəyirəm ki, mən sevinirəm. Yəni belə siz bilin, işləyin, pul qazanın. Daha gedib təlim keçməkdə pul qazanın. Təlim hər kəs keçməsin. Təlim keçmək istəyirəm, hər kəs təlim keçməsin. Təlim keçmək biraz məsuliyyətli işdir də. Mən təlim keçirəm və hər bir danışdığımın arxasında və sizə hər zaman kömək eləməyə 5 ildən sonra kömək edirəm. Bir hörmət çərçivəsində, hörmət pulu demirəm, amma əxlaq mədəniyyət çərçivəsində, qaydasında, çərçivəsində hər cürə kömək göstərməyə hazıram. Bir-birimizi yormamaq şərtim. İndi dəyərli yoldaşlar, icazə verirsiniz 5 dəqiqə fasilə verək. Bundan sonra dərsimiz fasilədən sonra bir 40 dəqiqədə davam edəcək. İndi bu dərsi bitirənlər, bəzi yoldaşlar dövlət işinədir. Səhv eləmirəmsə elə olmalıdır. Bəzi yoldaşlar dövlət işinədir. Çalışın onlar da bir əlavə işlər tapsın. Çox bir iş götürməyə. Yəni ən azından qaymə, bank köçürməsi, müqavilə bunları bilirsinizsə, yəni bəzi yoldaşlar dövlətdə əsas vəsaitlərin usuluna baxır. Bəzi yoldaşlar nə bilim maliyyəyə baxır. Ən azından cari işləri bacarırsınızsa işi götürün. Bir gətirin mənim yanıma sarıncanı gəlin. Yenə deyirəm, məqsəd yenə pul deyil. Mən bu gün misal üçün bizim o günkü səhər yeməyi görüşü oldu. Buradakı yoldaşlar da oradaydı, Azərbaycan xanım oradaydı, bir çox yoldaş Məhəmməd xanım desən oradaydı, beş qardaş Azərbaycan xanım 100% oradaydı. Misal üçün Azərbaycan xanım orada yadınız qısa dediyim ki, kalpası halal kalpasadı. Orada görə elan eləyək. Mən tapşırmışdım. Çünki dindar adamlar çox oldu. Yəni sizə dedim, Sizə soruşub dedilər. əslən özüm aldım ki, halal olsun da, halal olsun. Bəzi adamlar hamı yeyə bilsin. Yəni mövzudan biraz qırağı oldu. O tədbirdə olan xanımlardan birindən bu gün işə görə ehtiyac var idi. Mən xanımla görüşdüm, görüşdən gəlirəm. Çay içdik, xanım olsun, bəy olsun görüşürük. Xoşdur da mənə, xoşuma gəlir görüşlər. Mənfəətləri açdı, kiçik şirkətdir. Dedim sən bu şirkətin evini yıxmısan. Bunda günah yox dedi, təzə bura. Bundan əvvəlkilər məhv edib. Neçə dənə kursa gedib. Bu şirkət adlarını çəkmə görməsin, amma kurs deyil, belə balaca fərdi adamlar, xanımlar da çəksin. Dedim belə olur axı, amortizasiyanı eləməyib, yazıb başqa yerə filan şeyi saxlayıb filan yerdə, filan şey filan. Aləm dedim, mən sənə o adama başqası olsa bir 1000 manat, 1500 manat dedim, belə kömək eləyərəm sənə. Problem yox. 2 saat. Mənə 2 saat lazımdır ki, sənin o şirkətinin 2023, 2024 və 2025-ci ilin mənfəətini yığmağa. Hə, amma dövlətlər də azdır, qayma çoxdur da, qayma azdır, dövlət çoxdur. Siz də ürəkli olun, iş götürün. Qalmayın bir yerdə. Mən ömrüm boyu 2 ay oturaq iş vermişəm. 2 ay, 2-cü aydan işdən ayrılmışam. Düz işlərim olub. 4 il dayanmadan işə getmişəm, həftədə 2 dəfə. O axırıncı işimi Mehdi müəllim babaya təhvil etmişdim. 2022-də idi, neçədə idi. Oradan çıxdım misal üçün. Oradan çıxdım. Ondan sonra heç yerə oturaq işləmişəm. İndi işləyirəm, şirkətlərim var, biri 1000 manat verir, 300 manat verir, 500 çox da deyil ha. Çox istəmirəm. Gərək konsaltinq açım. O gələcəyin işidir də. Bu dəqiqə sizə təhsilimi biliyimi daha çox aldım. Pula tərəf qaçmır. Konsaltinq açsam 3 ildən sonra bəlkə ay 50 min qazana bilərəm. 40 min. Heç istəmirəm. Bu maraqlıdır. Siz açın da konsaltinq siz açın. Mənə deyin, mən kimi arada 25 manat olmasa salarsınız. Belə. Belə dəyərli olursa çıxın fasiləyə, çıxın fasilə. 5 dəqiqə fasilə. Ondan sonra Kəmal xanım da oradaydı. Kəmal xanım. Hə, 5 dəqiqə fasilə. 8:35-də ekran qarşısında olur. Əlavə biri dolduracaq.
Deməli keçid edirik sizlərlə bəyannamənin bir nömrəli əlavəsini doldurmaq. Bir nömrəli əlavəsini doldurmağa məsələ üzərindən. Bir nömrəli əlavəni açıram. Keçən dərs səhv eləmirəmsə sizlə burada beləsə bir oyun oynadıq da bu əlavədə, məsələn yazdıq posta. İndi real data əsasında məlumatları əks etdik. Yenə adətimizə əsaslanaraq ardıcıllıqla gedək. Yuxarıdan aşağı. Yəni burada bunu yazın sonra o tərəfə aşağı yuxarı belə hər şey qarışacaq. Hər şey qarışacaq. Birinci aktivlərin 1.1-ci sətrindən başlayır əsas vəsaitlər. Bizdə əsas vəsaitlər var. Bizdə əsas vəsaitlər hansıdır? Gəlin bunun rənglənməsini burada dəyişək, ağ edək. Başlayaq bu əsas vəsaitləri doldurmağa. Deməli, ümumi baxıram ki, mənim kateqoriya olaraq nəqliyyat vasitəm var. Tikilin var, bir də avadanlığım var. Belə başlayıram bina və tikililərdən və demişəm ki, bu il 200.000 manat verib bir tikili almışam. Necə almışam? Yəni alış akti ilə ala bilərsiniz, elektron qayma ilə də ala bilərsiniz, özünüz tikə bilərsiniz, kapitallaşdırıb əsas vəsaiti keçirə bilərsiniz və yaxud notarial qaydada kimdənsə ala bilərsiniz, o da qəbul olunur. Aydındır? Yəni bu onsuz orada ada keçirmə məsələsi var da, notarial müraciət olunacaq. 200.000 manatı götürürəm, əsas vəsaitin dəyərini ola bilsin ki, bu tikilidə olmayacaq. Tikilin də quraşdırma falan olmur da. Hazır 200.000-i sütun 2-yə yazıram, daxil olmayan. Bunun amortizasiyası vergi məcəlləsinin 114.3.1-ci maddəsindən 7%-dir. 200.000-in 7%-ni tapıram, 14.000 manatı sütun 4-ə yazıram. Mən xərcə yenə 14 yazmışam, ona görə yazmıram. Xərcə 10.000 də yazsaydım, 9.000 də yazsaydım, 0 da yazsaydım, mən amortizasiyanı mütləq verməliyəm burada. Bunu yazdım. Sonra düşürəm maşın babadanlıqlara. Maşın babadanlığı bizdə budur. 100.000 manat verib maşın babadanlığı almışam. 100.000-i sütun 2-də daxil olmaya verirəm 100.000 manat. Maşın babadanlığının 25%-dən amortizasiyası var, 20%-dən də vergi məcəlləsi onu verir. Biz hal-hazırda sizinlə 114.3.2-ci maddənin faizini tətbiq edirik. Kateqoriya olaraq deyək ki, bu kateqoriyaya düşür. Bunun faizi 20%-dir. 100.000-in 20%-i 20.000 manat edir. 20.000 manatı yazıram. Baxmayaraq ki, mən 18.000 xərcə yazmışam. 20-ni yazıram. 20 qalır burada. Düşürəm nəqliyyat vasitələrinə. Deməli. Nəqliyyat vasitələri bizdə 4 ədəd nəqliyyat vasitəsi alınmışdı. Biri budur, üçünü göstərirəm qırmızı ilə. Biri budur. İstifadəyə buraxılan bu üçüdür. Satılsa, satılmasa belə istifadəyə buraxılır. Bu üçü. Bir də bu ortadakı istifadəyə buraxılmayıb. Bu üçünü götürürəm. 50.000, 100.000 və 200.000. Elə 350.000. 350.000 manatı sütun 2-yə daxil olma verirəm. Bizim hesab kitabından bu şirkət bu il yaranır. 350.000-i yazıram bura. Sonra özümə sual verirəm. 350.000 istifadəyə buraxdığım əsas vəsaitdən satılan olubmu? Ləğv edilən olubmu? Vəsaitlərdən satılan olub. Birinci satılıb 50.000-lik əsas vəsait satılıb 60.000. 60.000 gedəcək debitor borca və digər hissəyə xaric mənfəətə onun aidiyyatı yoxdur. Mən satmışamsa, əsas vəsait sortundan 50.000-i silməliyəm. Təqdim edilməyə 50.000-i silirəm ki, bu qədər satıldı. Bunun burada işi yoxdur. Qaldı 300.000. 300.000-i amortizasiya edirəm. Çünki vergi məcəlləsinin 114.6-cı maddəsində amortizasiya bazası necə yığılırdı? İlin əvvəlinə qalıq dəyəri bizdə 0 manat. Üstə gəl, cari ildə istifadəyə buraxılmış əsas vəsaitlər çıxılsın, satılmış əsas vəsaitlər. Bu məsələ çərçivəsində o tərtib belə budur. 350.000 çıxılsın, 50.000 qalır 300.000, 300.000-in 25%. Baxmayaraq ki, 20%-ni amortizasiya eləmişəm, biz xərcə tanımışam 25-lə götürürəm. 300.000-in 25%-i 75.000 manat eləyir. 75.000 manatı burada özüm üçün silgi verirəm. Bu əsas vəsaitlər yazıldı. Bəs istifadəyə buraxılmayan əsas vəsait hara gedəcək? Onu da göstərək. 40.000 manatlıq bu əsas vəsait digər aktivlərdə aşağıda 1.10-a yazılacaq. 40.000 manatlıq əsas vəsaiti burada yaza bilərsiniz. Bura yazırıq. Malda da saxlaya bilərsiniz. Belə çıxmasın, mala da yazan var. Yəni bu digər aktivlər bölməsi son çarəmizdir də. Daha burada verir ki, 100 dənə sətir verdik deyə birbaşa bunu verir ki, nə qaldı yığılır. Aktivdir də. Mənim ambarımda olan salafan maşında belə deyək. Salafan olmasını almışam, işləmiş maşın istifadəyə buraxmamışam. Verməmişəm ona Həsənə. Həsənə təhkim eləməmişəm. Gələn il Həsənə verəcəm. Həsən həmin ərazini həmin maşınla gəzəcək. 40.000 manat deməli qalacaq burada. Bu belə. Bir də bəs balansı doldurdum. Balansda hər şey öz əksini tapmalıdır. Mənim xərcə yazmadığım amortizasiya hissəsinin taleyi necə olacaq? Yəni söhbət gedir, üzr istəyirəm kompüterdə görsün. Söhbət gedir bu 17.000 manatdan. 17.000 manatı hesablanma hissəsində 247-ci sətrə yazdım. Ona paralel də olaraq mən bunu yazmalıyam. Həmin 40.000 üzərinə. Həmin 40.000 üzərinə bu 17.000-dən söhbət gedir. Təkrar göstərim bir daha yadınıza düşsün. Bu hesablanma hissəsində bu 17.000 yazdım. 247 və 248-ci sətirlərə yazılan ədədlərin cəmi gəlməlidir. Bir nömrəli əlavədə 1.10-cu sətrin sütun ikisinə. Olsun burada çox şey olur. Burada nə bilim ödənilmiş avanslar olur, zərər olur, amortizasiyanın qalığı olur, istifadəyə buraxılmayan əsas vəsait olur, verilmiş borclar olur. Yəni nə aktiv var buraya yığılır da belə. 40.000 o da 17.000. Bu elədir 57.000 manatlıq bir əməliyyat. Bunu yazdım. Əsas vəsaitlərin aktivlər tərəfi dolduruldu. Qaldı bunun passivlər, kreditor tərəfi, onda birazdan dolduracağıq. Çünki alış eləmişik, borc yaranıb, pulu ödəmişik, ödəməmişik. O məsələlər danışılacaq. Bunu bitirdik. Bundan sonraki hissədə 1.1-i bitirdik. 1.2 qeyri-maddi aktivlər bizdə yoxdur. Bu da ümumi olaraq vergi məcəlləsinin 114-cü maddəsində yazılır. Həm düzxət metodu ilə, həm də ümumi qaydada amortizasiya olunur. İstifadə müddəti bəlli olan, bəlli olmayan, bəlli olanlar, məlum olanlar düzxət metodu ilə istifadə illərinə görə parçalanır. Bəlli olmayanlar 10% amortizasiya olunur. Onu da bilirsiniz. 1.3-ə gəlirik mal materialı. Burada işimiz var. Mal materialı kalkulatoru açılır. Nə qədər mal alışı olur? Nə qədər mal alışı olur? Bizdə mallar var, istehsalat yoxdur. Bir də sair ehtiyat var, yanacağımız var. Malları açıram, alış hissəsi var burada. Bunun rəngini yenə ağardıram burada. Bu cədvələ baxın. Bu mənim qaimə ilə alışımdır, böyüdəcəm. Bu mənim idxaldan alışımdır. Bu da mənim alış aktivinin adresi vəsait almışam. Onları zaten yazdı. Bu da mənim azad əməliyyatlardan bağlı alışımdır. Hamısını götürməliyəm. İndi böyüdürəm. Ümumi burada aldığım malların cəmi budur. 3.203.000. 3.203.000 ədədissiz hələ ki yazır. Ədədləri axırda cəmləyək. 3.203.000 alış var. Bu belə. Sonra idxal. İdxalın maya dəyərini mən sizə keçməmişəm. Qismət olsa onu da belə keçərəm sizə. İdxalın maya dəyərində bu ədəblər iştirak eləmir. Gömrük bəyannaməsini keçmişik. B qrafası, hesablama detalları 02, 19, 20, 32, 30, 75, 85 kodlarından 95 kodlarından danışmışıq. Düzdür? Bu idxalın invoice dəyəridir. Qrafa 22-sidir. Bu idxalın 02, 19, 20 və 75-dir. Baxın 4 dənə ödəniş var. 120 yığımdır 02. 10 manat GPS 19, 6000 rüsumdur. 6000 rüsumdur. 30 manatda bu 75-in vərəqidir. Bunu mən maya da salıram, belə də xərcəm. Maya salaq rahat olsun deyə. Bu tərəf isə 32-dən 85-dir. Ümumi 162-ci maddənin ədəbin hesablanması, gömrük dəyəri üstə gəl. Bu malın baxın bunu da incələyim üçün sual qalmasın. Biz sizdən danışmışdıq ki, vergi məcəlləsinin 162-ci maddəsinin 1-ci bəndinə əsasən ədəbi idxalda necə hesablanır?
gömrük dəyəri, üstəgəl ithal rüsumu, üstəgəl aksis vergisi. Üçünün cəmi rüsumu 8%. Bu bizdə mal materialdır. İçki deyil, siqaret deyil, qızıl deyil. Bunun aksizi yoxdur, amma gömrük dəyəri ilə ithal rüsumu var. 34 bin manatdır. Yəni 20 bin dollarlıq malı mən gətirmişəm ölkəyə. Buna gömrük 40 bin qiymət qoyub, 40 bin manat. 15%-də advalı olan rüsuma düşür. 40 binin 15%-i nə qədər eləyir? 6 bin manat. Ona görə burada 6 bin manat ithal rüsumu yazmışam. 40 bin o da 6 bin. Ədəbiyyatın hesablayanda 40 bin 6 bin toplamışam. 46 bin vurmuşam 18%. Bu ithal ədəbiyyatı 4-5 manat 40 qəpikdə vərəqin ədəbiyyatı 85 koddur bu bəyannamədəki. Bu formada ədəbiyyatı hesablamışam. Ədəbiyyatlarla işim yoxdur. Bunu axırda cəmləyəcək. Bizə maya dəyərinə bunlar gedir. Deyək ki, daşıma xərci də yoxdur, olsaydı o da gələr. Maya dəyəri deməli bunları toplayanda 202.900 manat maya dəyəri var. 202.900 manat. Deməli burada biz gəlin belə yazaq dəyərli yoldaşlar. Ümumi olaraq 300 min 200 3 milyon 200 min mal alış olur. Bir də bu ikisi üstə gəl deməli tələsməyək. Nəsə qarışdırıram elə burada mən hansı hissədə. Bir də sən yoxdur. Niyə burada toplamışam? 155, 15 130, 690, 170. Hə, bu başqa şeydir. Bu mənim çaşdırdığım silin başqa şey. Deməli 3 milyon üzərində gəlirəm. Qayma ilə altın malların üzərində ithal mayasını gəlir. Ancaq mayasını. Üstə gəlir 202.900 manat. Bunu da topladım. Sonra düşürəm aşağı. Bu əsas vəsaitləri qatmıram. Bu ambara yox, əsas vəsait. Bir də bu azad olmaq üçün aldığım mallar. 155 min də bu mal. Üstə gəlir 155 bütün ambara gələn mallar 3 milyon 560 min elədi. Gəlirəm burada mallara 3 milyon 560 min 900 manatı yazdım. Yazdım. İndi bu tərəfdən silirəm. Satışı silirəm. Satışın mayasını silirəm. Satışın mayası nə olacaq? Gəlirəm bəyannaməyə. Birbaşa bəyannamədən baxa bilərik. Xərclər hissəsində mənim burada satışın mayası xam mal və material malın dəyəri. Bu ikisini toplayıb siləcəm. Elə tələsməyə 700 azad olma da silinməlidir. Çünki o balansdır, vergi deyil, balansdır. 700 min material məsrəfi. Üstə gəl 1 milyon 8800. Bunu topladım. Bir dənə bundan mənim xərcə yazdığım budur. Bir dənə bundan aşağı düşürəm. Bu 115 mindən işim yoxdur. Bu ambardan silinməlidir çünki satılır. Amma 95 min satılmır. Bir dənə bu 95 mini bu 700 mindən 1 milyonun cəmindən çıxacaq. 95 min çıxıram ki, bu ambara qayıdıb da bunu tələ silməyim. Silməyə ehtiyac yoxdur. Vergi usulsuzluğu isə açıqlama verəcəksiniz. Deməli, mənim bura yazdığım məsrəfimin bu ikisinin cəmi ki var. Bu hara getdi bu? Hə. Bu ikisinin cəmi ki var. Bu ikisinin cəmi. Bu ikisinin cəmindən 95 min azaldıram, ambardan silirəm. Bu deyir 1 milyon 613 min. Üzr istəyirəm. Xərclər hissəsində düşürəm, aşağı düşürəm. Deməli. Bu hissədə siləcəm 1 milyon 613 min 800 manat. Mənim ambarda bu qədər malım qaldı. Bu qədər malım qaldı. 1 milyon 900 min malım qaldı. Burada başqa bir şey yox. Düşürəm indi sayı ehtiyatlar. Sayı ehtiyatlar mənim yanacağım olacaq. Xərclər hissəsində burada yanacaq var idi. Yanacaq nə qədər idi? Deməli 15130 manat. 15130 manatı yazıram sayı ehtiyatlara, belə də silirəm. Aldım, istifadə edirəm. Yazdım, sildim. Ümumi məlumat kimi verməliyəm. Sonra gəlirəm burada dəyərli olacaq. Debitor borclara. Debitor borclar bölməsi, gözləyək, debitor borclar. Debitor borclarda satışımı yazıram. Satışım nədir? Qaymə, NK, ixrac, əsas vəsaitin satışı, bir dənə avansları saymıram. Avanslar debitor yaratım. Gəlirəm indi bura. Mənim satışım bu cədvəldir, düzdür? Bu ümumi satış qayməyə münasibətdə budur. Bir dənə burada dedik ki, bu 100 minlə, bu 120 minin pulunu almışdıq. Ona görə bunu buradan çıxardıram. Bu debitor yaratım. Bu ikisini silirəm. Yerdə qalan rəqəm 1 milyon 130 min. Gözün nələr? 1 milyon 130 min oldu. 1 milyon 130 min mənim debitorum yaranır. Üstə gəl. Nəzarət kassa aparatı ilə satış toplam 670 min bu edir. 670 min satış gedir. Üstə gəl 670 min. Üstə gəl ixracım 510 min. Üstə gəl azad satışda 130 min. Avans almamışam azad. Toplam 2 milyon 440 min. 2 milyon 440 mini gətirəcəm buraya yazacağam. 2 milyon 440 min. İndi tələsmə. Buradan hansının ödənişini almışamsa silirəm. Ödənişləri silirəm. Ödənişlər də sağ tərəfdə verilir. Ödənişlər bunlardır, belə deyək. Burada 1 milyon deməli bunları toplayanda 1 milyon 30 min qaymə satışından pul almışam. 1 milyon deməli 30 min budur. Bank budur. Avansı qatmıram, debitor silirəm. Bu 670 min nəzarət kassa aparatının pulunu almışam. 510 min yazmışam ki, hamısı ödənildi. İxracın pulunu almışam. 510 min. Üstə gəl. Azad olmadan ikisinin pulunu almışam. 90 min, 130 mindən 90 min almışam, 40 min qalıb. Üstə gəl 90 min. Bir şey yaddan çıxdı, əlavə edərik. 2 milyon 300 min. 2 milyon 300 min pul almışam. 2 milyon 300 mini yazdım bura. Bir də biz 60 min manata əsas vəsait satmışdıq. Onu da bura yazmalıyıq. 60 min manat o da qayma ilə satmışam da deyək. Ya kassa ilə satmışam. 60 min də bunun üzərinə gələndə 2 milyon yarım edir. Səhv eləmirəmsə bir də kalkulyatora müraciət edək. 60 min satıb 2 milyon yarım edirəm. Əsas vəsaitdə debitor yaratdım. 2 milyon yarımı yazdım, pulunu almışam müştəridən. Burada 2 milyon 360 min eləyəcəm. 2 milyon 360 min. 140 min borc qaldı. İndi 140 min nədir? Bu səhv oldu. Gözün nələ? Bu rəqəm hansı pulunu almışıq? Başa düşmədim. Bir də saniyə yoldaşlar. Bu da səhvlik etdi elədir. Yox, gözün. Rəqəmləri desəm düz toplamadım. Tələsməyək. Deməli gələn pullara bir də baxaq. Gələn pullara bizə saniyə çox üzr istəyirəm. Deməli bundan bu çıxdı. Bunun da səhvlik edir. Bu niyə belə göstərir? Hə, bizə saniyə 50 min. 9 min. İndi düzələcək. Deməli bir də toks. Bu pulda səhvlik var idi. 880 min. Bu 50 min və ya sonradan əlavə elədim. Kopyaladım. Bu 880 min pul gəldi. Amma 880 min qayma satışından pul gəlir. Təzədən toplayaq. 670 min NK-dan pul gəlir. O bir tərəf düzdür, bu bir tərəf səhv idi. 510 min ixracdan pul gəlir. Söhbət pul axtarmırıq. Debitorun ödənişi tapılır. Pul vəsaitlərini ayrıca hesablayırıq. Kredit götürmüşəm, təsisdən borc almışam, onları qatmır. 90 min də buradan gəlir. Plus 60 min də əsas vəsaitin pulu gəlir. 2 milyon 210 min. Buraya yazıram. 2 milyon 210 min. Burada 290 min qaldı. 290 min belə sıfır ki, cəmaatın şirkətlərin bizə borcu var. Bu 290 min nədir? Bir şeyi yaddan çıxartdıq. Biz 2 milyon yarım satış eləmişik. Bunun 100 mini bizə qayıtmışdı axı. Vazbrata gəlmişdi. Bu yuxarıdakı elektron qayməni silməliyəm. Burada ləğv etmədən silə bilərsiniz. Buradan da silə bilərsiniz. 2 milyon 210 min, 2 milyon 310 min dedik. Çünki 100 min bizə qayıtsa debitor borc silinir. Necə ki, əlavə dəyərlilik bəyannaməsində vazbratları bir silgiyə verildi debitor borcda. Burada da onu əlavə eləməliyik. 190 min borc qaldı. 190 min nəyin puludur? Baha. 190 minin, 150 minin vergiyə cəlb olunanların borcudur. Buradan görürsüz. 40 mini də azad olunanların borcudur. 150 plus 40, 190 min. Bunu da belə çıxartdıq. Keçirik pul vəsaitlərinə. Pullar mənə hardan gəlir? Çox vaxt mühasiblər götürür bu rəqəmi pulla oynadırlar, hesabatı olmaz. Pulla oynatmaq olmaz. Mən sizə deyirəm, çox vaxt bunu bölüşmürəm. Bilmirəm sizə demişəm ya yox. Dünən bir mühasiblə danışdım. Deyir ki, mən təlimə getmişdim. Dedilər ki, pul vəsaitini belə oynat, belə bank verginin xəbəri olmur. Bunlar götürürlər.
əmək haqqını pulun azlaşdırmaq üçün kartlara əmək haqqı vururlar. 50 min tövlədən yüklülər kartlara maaşını çıxardılar. Vergi də onlara mükafat formatında sosial vəzifə pul verirsənsə, kartdan niyə bu da pul vurursan? Vergiyə gediblər. Vergiyə deyiblər ki, biz keçən illərin maaşını verməmişdik deyə. Bunu buraya yazmışıq, karta vurmuşuq. Vergi götürüb bütün bank çıxarışını qoyub onların qabağına. Hə, sizdə bu hardadır? Vergi banklar növbəti ayın əvvəli bank çıxarışlarını verirlər vergiyə. Ona görə də vergi yavaş-yavaş belə ciddiləşir də. Səhər bunu da hesablayacaqlar ki, 2.310.000 nədir? Uyğunsuzluq göndərəcək cavab istəyəcək. Uyğunsuzluq gələcəkdə bu da gözlənilir. Bu monitorinq sistemi tətbiq olunsun. 2027 altın axırından düşünülür ki, bunlar da olacaq. Ona görə pul vəsaiti 2.310.000 pul deyil. Bunun içində 100.000 pul deyil, 100.000 bazırat deyil. İndi gəlin biz belə hesablayaq. Satışın pulu 2.210.000. Düzdürmü yoldaşlar? 100.000 debitorun silgisiydi, 2.210.000 pul gəlmişdi. Bizə başqa hansı pullar gəlir? Burada başqa pul yoxdur. Keçirəm alışa da yox. Xərclərə keçirəm. Xərclər hissəsində burada digər əməliyyatlar var, digər əməliyyatlar. Baxın, kredit götürmüşəm. 400.000 manat kredit. Gəlirəm bunun üstünə 400.000 manat kredit götürmüşəm. Sonra nizamnamə kapitalı qoyulmuş olur yarım milyon. Həsən yarım milyon şirkətə pul qoyur. Yarım milyon da gəlirəm bunun üzərinə. Sonra təsisçidən borc almışam 550.000. 550.000 də gəlirəm bunun üzərinə pul vəsaitində. 9.000 müsbət məzənnə fərqi. Bu da pulda artımdır. 9.000 də gəlirəm bura. Qutardı və üstə gəl avans məbləğləri 200 neçə min? 270.000 avans pul gəlir. 270.000 də gəldim. 3.939.000 pul gəlir. Kalkulyatorda belə çıxdı. İndi yəni ki, səhvimiz olmaz. Ola bir arada yenə təkrar hesablayarıq. Balansı bağlayaq sonra. 3.939.000 pul vəsaitini yazdım bura. Pulları hara xərclədiyimi axırda hesablayarıq. Şimdi tələsməyin. Burada başqa işimiz yoxdur. Məsələmizdə yoxdur. Düşürəm aşağıya, passivlərə. Nizamnamə kapitalı dedik ki, yarım milyon. Yazıram da yarım milyon nizamnamə kapitalı. Xalis mənfəət. İndi gəlin sizdən xalis mənfəəti hesablayaq. Xalis mənfəətin nə qədər? Xalis mənfəətin nə qədər dəyərli olacaq? Deməli xalis mənfəəti biz belə çıxartmalıyıq, belə buradan baxaq. Gəlirlər hissəsini açıram. Ümumi olaraq mənim vergiyə gəlin belə rahatlaşdıraq da işimizi. Hər şey hesablanıb. Xalis mənfəət əslində bir hissəsi burada, hesablanma hissəsində 708.000 pulda verilir. Baxın, 708.900 manat xalisi verirəm, üzr istəyirəm. Mənfəəti verib bura. Bunun vergisi də aşağıda 141.000 çıxıram bundan vergini. Xalis mənfəət gəlir çıx xərc, çıx vergidir də ilk mərhələdə. Burada 567.000 xalis çıxdı. Amma bir rəqəm qaldı. İndi gəlin biz bura yazaq. 567.120 manat xalis mənfəət var. Bir də azad olma. Azad olmanın xalisi nə qədərdir? Azad olma ilə biz 130.000 satış eləmişik. 130.000. Bunun xərci nə qədər idi? Xərcləri buraya yazmışıq. Xərcləri üzr istəyirəm. Buraya yazmışıq 115.102 manat. Bu 115.102 manatda hara yazdım mən bunu? 115.000 deməli 130.000 tələsməyək. 130.000 azad olmanın gəlirindən 115.102 manata çıxmalıyam. 14.898 manat burada mənfəət var. Elə onun vergisi 0 manat olursa xalisdir. Bu ikisinin cəmi 582.018 manat bizim xalis mənfəətimizdir. Deməli siz normalda hesablayırsınız. O deməli mənfəətdən vergini çıxırsınız, üzərinə xalis mənfəətin də gəlir xərcini çıxıb yazırsınız. Bu formada ümumi olaraq özünüz üçün tənzimləyə bilərik. Və yaxud mən başqa söz deyim sizə. Bunu toplayanda nə qədər verir? Bir formada deyim. Ümumi mexanizm qurmaq olur. Bir formada gəlin belə deyim. Ümumi gəlirlərimiz nə qədər olur? Ona baxaq. Baxın düzdür belə. Gəlirlər. Deməli bu yox. Bunu götürün. Xalisi bunu 2.729.000 yazıram bura. Deməli gəlirlər nə qədər oldu? 2.729. 2.729.000 qarışıq gəlirim var. Xərclər. Allah gözlüm. Xərclər. Gəlirəm xərclərə. Hələ ki ümumi götürürəm xərclərə. Xərcim nə qədərdir? 2 milyon yox bu yox. Üzr. Bax nə belə verdi göz. Ha bu qədərdir xərc. 2.202 manat. Bizə qəribə rəqəm çıxdı. 2.202 manat xərcim var. 2.202 manat xərcim var. Sonra buradan biz bu gəlirlərdən 100.000 geri qaytarmanı çıxaq. 100.000. Bu xərclərdən də 95.000 də geri qaytarmanın mayasını çıxaq. Azad olma işimiz yoxdur. Bərabərdir. 2 milyon çıxılsın 1.9. Üzr istəyirəm gözləyim. Mənfəəti hesablayaq. Mənfəət bərabərdir. Bu rəqəm çıxılsın bu. Bu belə. Vergimiz nə qədərdir? Vergini də bu hesabatlar görülür hesablanma hissəsində. Vergimiz də 141.780 manatdır. Ancaq mənfəət vergisi. Əmlakı torpağı falan qatmır. 141.780. Xalis mənfəət eyni rəqəmə çıxmalıdır. Əgər səhv eləməmişiksə. Xalis mənfəət 582.018 manat. Yəni eyni rəqəm gəldi alın. 582.018 manatı götürürəm. Əlavə bir də xalis mənfəət bölməsinə yazıram. Hələ ki yazıram qalır bu. Yazdım. Düşünürəm emissiya yoxdur, kapital yoxdur, kreditor borcları, bank kreditləri. 400.000 bank krediti götürmüşəm. Bu kreditin nə qədərini ödəmişəm? Bu xərclər hissəsində var. Ümumi yazmışam ki, burada kredit xətti budur. 400.000, bunun 153.000-ini ödəmişəm. 153.000 ana məbləğdən sildirmişəm, ödəmişəm. Bunu buradan silirəm. Alınmış avanslar. Avans dedik ki, 270.000 idi. Alınmış avansları satış hissəsində 270.000 mənim avansın da qayməsi 220.000 vurulub 50.000 qalır. 220.000 silirəm, 50.000-i saxladım. Dövlət büdcəsinə vergi öhdəlikləri. Bura mənfəət və əmlak vergisini yazacağam. Mənfəət və əmlak vergisi. Çünki vergilər olur. 9 vergi. O 1% nağdlaşdırmanı yazmayın. O bank tərəfindən yaranan vergi kimi götürülür. Onu digər öhdəliklərə bağlayır. Burada yaza bilərsiniz. Buraya yazmasınız, aşağı yazmalısınız. Konfigurasiyada qayda yoxdur. Kimsə deyə bilməz, yazma, yaz. Mən deyirəm ki, yazın. 1% nağdlaşdırmanı öhdəliklərə bağlayırıq. O bizim birbaşa gəlirdən çıxan xərcimizdir belə deyək. Çünki məsələdə yazır ki, bank tutur vergini dövlətə özü ödəyir. Yəni məndən tutulsa da bank verir də bir belə deyək. Bir belə başa düşək. Ümumi olaraq 5.000 mənim mənfəət 5.000 manat mənim əmlak vergim var idi. 5.000 manat əmlak vergisi, bir də mənfəət vergim də burdadır. 141.000 də mənfəət vergisi. Bu ikisini toplayanda 146.780 manat. 146.780 manat. Ödənişi deyək ki, yazdım bura. Sayı kreditor borcları. Biz keçən dərs danışdıq ki, sayı kreditor borclara biz alış haqqı, elektron qaymə və idxalla aldığımız malların invoice dəyərini yazdıq. Alış haqqının dəyəri, idxalın invoice-u qaymənin əsas məbləği. İndi onları tapıb çıxartmalıyıq və əsas bizdə alış haqqı da var, əsas vəsaitlər, idxal da var, qaymə də var. Mal xidmət fərqi yox. Mal xidmət burada bizim üçün heç bir fərq eləmir. İndi burada işimiz olacaq. Burada diqqət etməliyik. Burada səhv eləsək, heç nə, aləm dəydi bir. İndi gəlin çıxardaq. Nə qədər bizə qayıt. Bizim bir dənə üstünlüyü burada odur ki, alışımızdan biz geri qaytarmamışıq. Onu da deyərəm, qaytarsaq biz olur. Bizə qaytardılar. Ona görə pro aidiyyatı yoxdur. Kreditorda problem yoxdur. Debitorda qaytarılmışdır. Ümumi 3.203.000 budur. Gəlirəm buraya yazıram. 3.203.000. Bunu yazdım. Sonra gəlirəm. Alış haqqı 690.000-dir. Amortizasiya eləmişəm, istifadəyə buraxmışam, hər nə eləmişəm fərqi yoxdur. Alış haqqı ilə 690.000 əsas vəsait almışam, düzdür. 690.000 yazıram bura.
Sonra gəlirəm azad olmanı da yazdım. Azad olma üçün 155 minlik mal almışam qaymə ilə. Heç birində pulunu avans verməmişdim. Məntiqi ilə yanaşam. Onu əlavə edə bilərik sonra. 155 min. Bir də idxalın invoice dəyəri. İdxalın invoice dəyəri 100 min dollardır. 170 min manat. Gömrük ödənişləri qatılır. O digər ötərilərə gedəcək. 170 min budur. Sonra bizdə burada başqa nə var? Başqa burada nə almışıq? Təsisçidən borcu da buraya yaza bilərik. Təsisçidən borcu 550 min təsisçidən borc götürmüşdük. Yəni burada baxaraq digər nə məlumat nizamnamə, kredit, müsbət, bizə qaytarma, bunların aidiyyatı yoxdur, alış hissəsində. Hər şeyi yazdım. Ümumi toplayanda 4 milyon 768 minlik alış var. Bir də təsisçinin borcunu yazdım bizə. 4 milyon 768 min. Bu rəqəmi götürürəm. Kreditor bununla bitmir. Gözün gözü bununla bitmir. Bir də məsələ var. Bəs xidmətlər, işığın qayması, qazın qayması, icarənin qayması harda qaldı? Biz ancaq malı yazdıq, bir də təsisçini. Gəlirəm bu xərclərə. İndi bu xərclərə gəlirəm, bu rəngləməni götürürəm. Qayma ilə yaranmış xərclərə. Ona görə burada elektron qayma sözünü yazmışam ki, bu da istifadə edir. Deməli, icarədir, qayma ilə almışam. Əmək haqqı qayma olmadığı üçün sadəcə ötəli edir. Biz belə alqoritm verək yanaşma. İşıq qayma, qaz qayma, yanacaq qayma, internet qayma, telefon qayma, reklam qayma, bunları saraldıram. Burada başqa qayma, malı qatmır, malı zaten hesaba. İndi gəlirəm bu sarıları götürürəm. Sarıları götürürəm, 18 min, bunları götürürəm, bir də bununla bitmir tələsmir. Bir də aşağıda bu azad olma da var, bunu da qaymaları götürməliyik. İki dənə də burada qayma var, iki dənə də burada qayma var. Təkrar hesablayaq. Deməli bu üzr istəyirəm. Budur. Bunlar da deməli bu, bir də aşağıda bu ikisi. 47.532 manat da budur. 47.532 manat elektron qayma ilə alışlarım uğradı. 47.532. Gəlirəm bura, deməli para yazdım, bura yazdım. 47.532-də yazdım bura. Rəqəm dəyişdi belə oldu. 4 milyon 815 min. Bu rəqəmi götürürəm, bunu yazmalıyam kripto borclara. İndi bunu ödənişini də yazaq, bunu ödənişini də yazaq. Bunu ödəniş tərəfi rahatdır. Nəyi ödəmişsinizsə yazırsınız da belə deyək. Ümumi olaraq alışlar nə ödənim? Gəlin bax ödənişləri də götürək. Buradan baxaq. Elə buradan baxaq. 3 milyon mal almışam, nə qədərini ödəmişəm? Ödənişlər burada. 3 milyon malı 2 milyon 212 minini ödəmişəm. Alış. 2 milyon 212 min yazıram bura ödəniş bu tərəfə. 2 milyon 212 min bunu ödəmişəm. Alış haqqını tam ödəmişəm. Sonra bunun pulu baxın 155 min azad olma üçün mal almışdım. Bunun 135 min ödəmişəm. Sonra idxalın deyək ki, baxın bu qırmızıları ödəməmişəm. Bunları ödəmişəm. 144.500 manat. 144.500 manat bunu ödəmişəm. Təsisçinin borcunu ümumiyyətlə ödəməmişəm. Bunları bu 47.532-dən ödəmişəm, ona da baxaq. Bunlar burdadır. Bu ödənişləri baxın bunlardır. Bax 18 min icarət 12 min ödəmişəm. Pulu düz silməliyəm. 12 min ödənişlər bunlardır. Burada gözünü bunu ödəyək, bunu silək. Tələsməyək. Deməli, bax 12 min bunları götürürəm, bir hissə ödənilir, tam ödənilmir bəziləri. Bu da bizim ödənişlərdir. Bu da 41.132 manat. 41 min deməli 41 min 132 manat burada ödənilir. Burada ortada bir nə gəlirsə fərq var. Ödənişləri də toplayaq. Ümumi 3 milyon 222 min ödəniş gedir. Bu ödənişləri də buradan silirəm. 1 milyon 592 min borc qaldı. Bu 1 milyon 592 min də bir dəfə yoxlayın ki, düzlük olsun. Sonra səhvliyi bunu düzəltmək çətin olur. Bu 1 milyon 592 min yoxlayaq. Elə görək, gəlin burada mənfi verək belə. Bir də yoxlayaq, şurada belə deyək. Çəkirəm aşağı. Deməli, 991 min mal alışının borcu var. Amma burada heç elə göstərmir. Çox göstərir. Tələsmin. Burada nəsə səhvliyi var, səhvli düzəldək. Deməli, bu belə. Alqoritmdə səhv ola bilər. Deməli, ƏDV, ödənilən əsas məbləğ. Güzeldir. Filtre verilmemiş. 991 min alış qaymələrinin borcudur. Sonra alış haqqında borcu yoxdur. 20 min burada. Bu borcdur. Azadın. 25.500 idxalın borcudur. Burada qaldı 2 dənə. 550 min təsisçiyə borcuyam. 6200 də digər qaymələrdən qalan şəfara borclardır. Hansı ki, burada həmin fərqləri görürük. 18 mindən 12 min ödənilir, 6 min ödənilmir. 1006 manatdan 806 manat ödənilir, 200 manat ödənilmir. Və sair bilaxır burada bir dənə onlardır. Onları da cəmi elə orada fərqi yaradır. Ümumi düzdür. Bizim rəqəmimiz bu qədər ödənilməyən var, düz gəlir. Bunu da yazdım. İndi düşünürük. Xarici borclar. Xarici borc invoice üzrə 170 min manat idi axı xaricə. Biz bunun 144.500-ünü ödəmişdik, 25.500 qalmışdı. Bunu əlavə məlumat kimi verdik. Gəlirik digər ötərişlərə. Digər ötərişlər demişdik ki, bu sarı olmayanlar. Yəni daha doğrusu hesablanmış bunlardır, budur, bank komissiyasıdır, kredit faizidir, nağdlaşdırma vergisidir. Bir də aşağıda azad olmaların datasıdır. Malları qatmırıq. Buna da bir yaşıl rəng verək. Bu yaşıllar da bizim üçün digər ötərişləri yaradır. Bunları da toplayaq. Yaşılları da toplayaq. Burada bir şey qaldı. Bunları toplayanda 96.870 manat idi. 96.870 manat üstə gəl gömrük ödənişləri. Gömrük ödənişləri qaldı. Gömrük ödənişləri də belə desək, ƏDV-ni qatmırıq hələ. Bu maya dəyərinə gedən ödənişlər. 32.900 manat. Üstə gəl 32.900 manat. Yəni siz özünüzü çaşdırmayın. Maya dəyərində bu yazıldı, aşağıda ötəlik tərəfdir. Gömrük qarşısında ötəlik. 129.770. 129.770 manatı da yazdım bura. Bundan nə ödənilir? Gəlin onu da çıxardaq. 32.900 gömrüyə zaten ödənilməlidir o. Bu tərəfdən də ödənişlər bunlardır. Yaşılların ödənişi bunlardır. Bu ödənişləri də götürürəm. Sağ tərəfdə ödəniş başlığı verilir. Bu yaşılların ödənişi də 95.470. Toplayıram. 128.370. 128.370 yazdım bura. İndi nə edirəm? İndi ödənişi hər şey yazdım. Yenə qaldı yuxarıda pul vəsaitləri. 1.5-də pul vəsaitlərini silmədik. Gəlin pul vəsaitlərini silək. Pul vəsaiti birinci sondan başlayaq. İndi yazdım. 128.370 manat ödənişləri ödəmişəm. 3 milyon 222.832 manat ödəmişəm kripto borclara. Vergi ödəməmişəm. Bu ödənişdir. Bu avansın bağlanmasıdır. Bunu götürürük. 153 min kredit faizini ödəmişəm. 153.960 manat. Başqa ödənişim yoxdur. Toplayıram 3 milyon 505 min. Gəlirəm bura pul vəsaiti 3 milyon 505 min 162 manat. İndi biz sizinlə yoxlayacağıq. Bərabərlik düzdür ya səhvdir. Texniki görə inşallah sizə çıxmaz. Yekun burada 3 milyon 118 mindir. Qəpiyə düzdür. Qəpiyə düzdür. Baxın deməli 3 milyon, bax bu birinci səhvin sonu 3 milyon 118.938. 3 milyon 118.938. Bərabərlik düzgün gedir. Yəni siz də belə yazın, belə doldurun. Uyğunsuzluq gəlsə, bilin ki, sizdə səhv yoxdur. Vergili məktub göndərib də açıqlama vermək lazımdır. Bu da bizim əlavə bir hesab mənfəət bəyannaməsinin doldurulması, amma ƏDV-ləri doldurmamışıq. ƏDV nəsə dəyişməyəcək, amma yazılmalıdır. İndi sizinlə ƏDV-lərin də üstündən gedə bilər. İndi əlavə formatlar ola bilər. Əlavə formatlar nə? Yəni ƏDV-yə keçməmişdən qabaq biz keçən dərs sizlə ƏDV-ni danışdıq. İndi yenə toxunarıq. Eyni şeyi burada təkrarlayırıq da. Gəlin məsələni də çətinləşdirmək istəyirəm. Ödənilmiş avans yaradaq. Bir-iki konfigurasiyalar çünki aktualdır. Aktual da mən məsələ salmamışam. Deyirəm, gələn ildən bizim bəyannamə təhlil proqramımız dəyişir. Hər il inkişaf edirik də. Bəzi daha texnik məsələlər gətirir. İndi inşallah qismət olsa işləsəm onun üzərində bir işləməliyəm. Sizə də Excel-lər deyirəm. Excel-ləri olsa verərəm sizə. Yəni olsa bir iki aydan sonra verərəm işləsəm. Deyək ki, avans ödəmişəm. Kiməsə
Yarım milyon avans pul ödəmişsiniz. Bu mənim şirkətimdə pul ödəmişəm, Azədə xanımın şirkətinə. Yarım milyon avans ödəmişəm. Gəlin avans konfigurasiyası yaradaq. Sözlə məharətimizi göstərək. Yarım milyon avans ödəmişəmsə nə etməliyəm? Pul vəsaitindən yarım milyon silməliyəm, bəli silməliyəm. 3 milyon 505 min 162 manatdan üzərindən yarım milyon gəlirəm ki, pulu azaldım da avans vermişəm. 4 milyon 5162. Sonra gəlirəm, pulumuz yoxdur bu qədər. Aləm qatdım bir-birinə, gözlə belə. Bundan bir 100 min çıxın. Deyək ki 400 min avans ödəmişəm, 400 min. 400 min, bunu edirəm 3 milyon 905 min 162. 3 milyon 900. 400 min avans. Bunu belə yazdım. Sonra gəlib digər aktivlərdə mallar üçün ödəmişəm avansını, mallar üçün. Xidməti də qatarım. Buna 100 min, 400 min artırıram. 457 min ödəmiş avansda buraya yazdım mallar. Aşağıdan işim yox. Bərabərlik dəyişmir. Aktivlərin yer dəyişməsi oldu. Pul getdi, avans aktivi yarandı. İndi deyək ki 400 minin 250 minin qayməsini vururlar bizə. Malı veriblər. İndi mən digər aktivdən 250 min azaldıram, qaldırıram mallara. 1-2-də malı 250 min artır. Yeni fişəngə başladı qatlamaq. Deməli 3 milyon 560 min 900 manat, üstə gəl 250 mini gəlir bax, 150 mini qalır. Bu malı 250 min artırıram. Bu da yenə bərabərlik dəyişmədi, aktivlərin yer dəyişməsi. Avans bağlandı, mal material artdı. Hələ 1-2 ayda yox, aydındır. İndi gələk sizinlə xidmətin avansını artıraq. Biraz da çətinləşdir. Deyək ki siz bir şirkətə 10 min manat avans xidmət avansı ödəmisiniz. Pul vəsaitindən yenə 10 min silirəm. Deməli 3 milyon 915 min 162. 3 milyon 915 min 162. Burada 10 min yaradıram. Çünki avans xidmətin avansı buraya gedir. Bunu yazdım. Yenə aktivlərin yer dəyişməsi heç nə dəyişmir. İndi deyirəm ki 10 minin qayməsi mənə gəlib. Hə, məsələ burada qəzetləşir. 10 minin qayməsi gəldisə silirəm. Xidmətin qayməsi gəldisə nədir? Xərc. İndi məsələ nədir? Mən avans ödəmişəm, mənə qaymə gəlib. Pulu verəndən sonra. Elə olduğu halda kreditora aidiyyatı yoxdur. Bura yazmırsınız. Bura yazılan qaymə gəlib, sonra pulunu ödəyəcəklərimizdir. Hə. Amma xalis mənfəət dəyişir. 10 min mənə təzə xidmət qayməsi gəldisə, deməli mənim belə desək 10 min neyini 2000 manat vergini azaldır. 10 min 20% xərc 10 min manat artdı. Əslində biz gəlməliyik belə desək xərclər hissəsində 10 min xərcə əlavə eləməliyik. Burada hər hansı bir xərc. Məsələn, mühasibatlı xidmət almışıq 10 min. Gəlirəm burada digər xərclərə 232-yə 10 min yazıram. Əlavə xərc yaratdım. Tələsməyin. 10 min yazdım bura. Xərcdir. Əlavə xalis mənfəətə baxmıram. Gəlirəm bura 2000 vergini azaldıram. 10 min xərc 2000 vergini azaltdı. Vergim nə qədər idi? Vergim hardadır vergim? 146.780 verirəm. 144.780. Vergi 2000 azaldı. 144.780. Üstə gəl xalis mənfəətimi də azaldıram 8000. Çünki xərc yarandısa xalis azalır. Xərc mənfəət azaldır. Gəlirdən nəyi çıxırsa o xalis mənfəətdir. Gəlirdən xərc çox çıxırsa xalis azalır. 8000-də qaldı. 2000 vergi 8000 xalis. Deməli burada 582.000 kalkulyatorla qarşılayacağam indi. 582.018 manat çıxılsın. 8000 manat xalis mənfəət azalır. Xalis mənfəət olacaq 574.018 manat. İndi bərabərliyə baxaq. Bərabərlik 3 milyon 108.938, 3 milyon 108.900. Rəqəm dəyişdi. Amma yuxarı aşağı dəyişmədi. Yuxarı aşağı dəyişdi, bərabərlik pozulmadı. Bu formada başqa konfigurasiyalar vermək olar. Gələcək dövrün, misal üçün bunu deyək. Gələcək dövrün gəlir. Gələcək dövrün gəlir nədir? Xidmət adətən, misal üçün mən icarəyə verənəm, mənə avans ödəyiblər. 50 min avans gəlir. 50 min yazıram bura. Avans vergi yaratmır. Çünki vergi üçün mənfəət vergisinin yaranması üçün təqdim etmə olmalıdır. Vergi məcəlləsinin 104.1-ci maddəsi yazır ki, təqdim edilən gəlirlər vergi yaradır, ümumi belə nəticə çıxardır, avans vergi yaratır, qaynəsi getsə. 50 min almışam buraya yazdım, ötəri yaratdım. Yuxarıda da pul vəsaitini 50 min artırıram. Pul vəsaitini 1.5 50 min artırıram. İcazənizlə gözləyin 3 milyon 939 min, üstə gəl 50 min. Səhv getdi gözləyin 3 milyon 939 min, 3 milyon 939 min, üstə gəl 50 min, 3 milyon 989 min, 3 milyon 989 sadə bir rəqəmdir, indi adam şaşırdı. 3 milyon 989. Bunu yazdım. İndi məsələ nədir? Mənə 50 min avans gəlir. Mən deyək ki, bu 50 minin qayməsini yazdım. 50 min qayməsini yazdımsa, mənim nəyim yarandı? 50 min gəlirim yarandı. 50 min gəlir. 50 min gəlir yarandısa, bu icarədə xərc yoxdur. 50 min 20% vergiyə düşəcək. Düzdür? 20% vergi yaradacaq, 10 min manat. Üstə gəldə 50 mindən, deməli 10 minin çıxanda 40 mində xalis mənfəət yaradacaq. Deməli mənim vergim 10 min artır, xalis mənfəətim də 40 min artır. Bir üstə 50 mini silməliyəm. Gəlirəm burada passivlərin yer dəyişməsi. Bu 50 mini silirəm. 50 mini silirəm. Yuxarıda vergini 144 mindən 154 minə qaldırıram. 10 min vergi artdı. Avansda vergi yaranmır. 144 min olur, 154.780. 154.780 xalis mənfəət də 574 mindən qalxır, üstünə 40 min gəlir, 614.018 manat. 614.018 manat. Yenə bərabərlik dəyişdi. Necə? Düzdür, bərabərlik düzəldi. Yəni yenə düzəltdik. Pozuntu yox. Aydın görürsən. Belə konfigurasiyaları da siz bilməlisiniz. Bunları danışmışıq, sonra məsələdə verməmişdim. Sonra burada nə artıra bilərəm sizin üçün? Əsaslar bunlardır da, əsaslar bunlar deyirlər. Yəni nə lazımdır dedim əslində. Əslində nə lazımdır dedim. Əlavə nə artıra bilərik? Məncə kifayət eləyər. Bir də ədəbi tərəfi qaldı. Siz istəyirsiniz yorulmamısınızsa bir 10 dəqiqədə bir iki konfigurasiya göstərim. Ədəbini necə ki, bu Excel-i göndərəcəm sizə, göndərməmişəmsə yükləyəcəm drive-a. Baxın burada ədəbini danışdıq, ədəbidən vacib onlara danışmalıyıq. Bax bu konfigurasiyanı tətbiq edirsiniz. Necə ki danışmışdıq. Göndərilən qaymənin ədəbisi. Mən gəlirəm satışım. Satışın yenə bu rəngi dəyişirəm. Tam dinləyək, yorulmuşuqsa da dinləyək. Tam olsun da, düz olsun. Satışın ədəbisi, avansları çıxartmışam. Düzdür, avans deyil. Göndərilən qaymə, avansı mütərizə ki, avansı qatmadan. Avanssız. Satışın ədəbisi bizdən nədir? Qaymə də var, NK da var, ixrac da var. İxrac sıfır dərəcədə, ixrac ədəbi ola bilər xidmətdə. Amma malda ola bilməz. Qaymə NK-nın ədəbisi. Ədəbi burada budur. 203.400 manat. 203.400 manat qaymənin ədəbisi. Bir də NK-nın ədəbiləri bunlardır. 120.600 manat. Üstə gəl 120.600 manat ədəbi var. 324.000 ədəbi var. Bu Excel deyir ki, mənə 324.000-i burada yaz, burada yaz. Gəlirəm elə 142-yə 324.000 artıracam. 203-ə 124.000 artırmaq lazımdır. Artıraq. 142 debitor borclar deməli 142. Bunun üzərinə 324.000 artıracağam. Bunu eləyəcəm 2 milyon yarım yox, 2 milyon 824.000. 2 toplayım birdən səhv olsa, sonra deyəsən müəllim düzəldə bilmədi. Deməli sizə yəni tapa bilməyəcəyik. Yorulmuşuq da. 2 milyon 800 topladım. 2 milyon 824.000 yazdım bura. Bura yazdım debitora. Cəlbər mənə deyir ki, 2-2-3-ə yaz. Gəlirəm 2-2-3-ə, 2-2-3 budur. 324.000-in üstünə 129 mindən cəmlənmə vermək məcburiyyətindəyəm. 453.700 aləm dəydi təmin. Bərabərlik yerində 3 milyon 482 min, 3 milyon 482 min. Bunu yazdım. Sonra gəlirəm aşağı. Qaymənin ədəbisi bizə ödənildi.
Bizə nə ödənilir? Satışın ödənişini yazaq. Satışın ödənişi bu tərəf satış idi 203 min. Bunun ədəsi burada. 158.400. 158.400 mənə qaymaya görə ədəbi ödənilir. İxtisas 0 dərəcədir. MK-nın ədəsi ödənilir. 120.600 manat. 120.600 manat bu da 279.000 ədəbi. Gəlirəm bura. Deyir ki 279.000-i ikili yazılış. Debitordan sil, öhdəlikdən sil. Birinci sil. Bu sütun 4-dür. Sil. Necə yazmışdım elə də silirəm. 1-4-2-yə düşürəm. 2.310.000. 279.000 yadda saxlayaq. 279.000-dən 2.310.000 toplayıram. Bu edir 2.589.000. Aşağıda da digər öhdəliklərindən silməliyəm. Bundan da yenə 279.000 toplamalıyam. 279.000 üstə gəlir 128.000, 370 manat, 407.000, 370 manat edir. Bunu da bu formada yazdım. Sonra düşürəm aşağı. Daxil olan qaymənin ədəbisi. Mənə gələn qaymələrin ədəbisini alışa keçirəm. İthalı qatmıram, yalnız qaymə. Alışımın ədəbisi, ancaq bunlar ədəbisizdə hamısı. Bir də alışın ədəbisi bu qaymələrdir. Alışın ədəbisi budur. 576.540 manat. 576.540 manat alışın ədəbisi var. Deyir ki, burada 1.4 üstün 2-yə yaz. Gəlirəm burada 1.4 Üstün 2'ye 576.540 manatı yazdım. Burada dedi ki 2.2.1.5'e yaz. 2.2.1.5 neydi? Kreditor borca. Yani qaymənin əsas məbləğinin üzərine yazdı. Burada borc daxil. Gəlirəm burada bu rəqəmdən 4.576.000 4.815.532 manatı toplayıram. 5.392.072 manat yazmadı gözlük. 5.392.072 manat elədi. Bunu da yazdım bura. Sonra gəlirik aşağı. Qəlibdən bərabərliyə baxaq. Birdən rekordiya vəziyyəti 3.780.000, 3.780.000 düz. Sonra keçirik aşağı. Qaymənin ədəbisinin ödənişi. Alışın ədəbisinin nə qədər ödənişi. Alış budur. Ödənilen ədəbi də bu xəttdir. Ödənilen ədəbi 398.160'dır. 398.160. Başqa qaymə yoxdur. Əslində var qaymə. O xidmətlərin qayməsi var idi. Onları da eləməliyik. Onları da bir parça gedərsiniz. İşığın qazın qayməsi ədəbisi ki var. Onu da əslində yazmalıyıq. Yəni bundan bir yerdə getməlidir əslində. Onu yaddan çıxartdıq. Qaymənin 1.5-li pul vəsaitindən sil, bir də kreditor borcdan sil. Gəlirəm 398.160'ı pul vəsaitindən silirəm çünki depozitdən ödəmişəm. Ədəbinin də daxil olma demişdim, də silməliyəm. 398.160-dan 3.915.160 manatı toplayıram. 4.313.322 manat elədi. Buradan deməli niyə belə oldu? Gözünə də pul vəsaiti bilsən. Bizə pulu biraz burada artıraq. Yəni məsələdir də bu tam nəzərə alınmayıb. Burada bir deməli biz də gələn ədəbini yazdıq. Burada bir 500.000 qalıq artırıram. Aktivlərə, aşağıda da digər öhdəliklərə formaldır. Əslində biz məsələni süni yaratmışıq deyə. Onu nəzərə almamışıq. 500 aşağı 500 paragrafı bərabərliyi düzəlsin, pul vəsaitimiz artsın. Ya da belə edə bilərik. Kredit götürmüşük deyək, pulla krediti artıra bilərik. Yəni elə də götürə bilərsiniz belə deyək. O düzələcək. İndi biz burada nə edirdik? Yaddan çıxartdım. Puldan silirdik. Puldan sildik, düzəldi. Deməli puldan sildik. Sonra gəlib ümumi olaraq kreditor borcu da silməliyik. Kreditor borc pulumuz çoxdur. Kreditor borcumuz çoxdur. Bu 3.200.000-dən bayaqki 398.160, 398.160-ı toplamalıyam. Kreditordan azalmaq verməliyik. 3.300.000 bu səhv getdi. 3.222.832. 3.620.992. Bunu da bu formada yazdım. Bərabərlik yoxlayaq 3.882.318. Düzdür. Bunu da bu formada yazdım. Düşün aşağı. Qaymənin əvəzləşməsi. Bizdə alış həm də əvəzləşir. Ödəniş. 398.160 həm də əvəzləşməyə gedir belə deyək. 398.160 edir. 1.4 ilə 2.2.1-dən sil. Bizim bu qədər əslində vergimiz burada yoxdur. O da bizə problem yaradır burada. Yəni artım verəcəm. Çünki birinci vergini gələ yaradaydı. Vergini biz burada yaratmamışıq. Vergi yaranacaq belə deyək də. Tələsməyək. Dövlət büdcəsinin vergi öhdəlikləri. Şərti olaraq burada 500.000 artırıram. Bu 500.000 bura artırıram, bura artırıram. Buradan silirəm. Bu vergidə qalsın da, yerləşmə. Bu bizə lazım olacaq. Deməli deyir ki, ödədiyin ədəbini əvəzləşdir. Əvəzləşdirmək üçün 1.4.1 buradan silirəm. 398.160-ı. Üstə gəl, vergi əvəzləşmə vergini azaldır deyə buradan da vergidən silirəm. 2.2.1-dən. Bu da belə. Sonra gəlirəm gömrük. Gömrüyün ədəbisi bizdə nə qədərdir? Gömrüyün ədəbisi deməli ümumi olaraq götürsək 43.513 manat. 43.513 manat. 43.513 manat 20 qəpik. 43.513 manat 20 qəpik. Yenə 1.4.1-ə yazmalıyam, bir də 2.2 yazmalıyam. Sütun 2-yə. Gəlirəm hesabata, yenə 1.4.1 bu rəqəmlə 43.000 toplamalıyam. Üstə gəl 43.000-dən 576.540 toplayıram. Bu eləyir 620.053.20. Bunu da yazdım. Deyirəm zəhmət olmasa buradan da artırılır. Deməli 43.513.20. 43.513.20 üstə gəl 453.770 497.283.20. Bunu da yazdım. Bərabərlik 3.527.671. Bu da düzdür. Sonra gəlirəm gömrüyün pulu ödənildi. Ödənişdə puldan silirəm, bir də öhdəlikdən silirəm. Həmin pulu puldan silirəm. Həmin pulu puldan silirəm. Növbəli formada getirdikdə pul vəsaitindən 43.513 manatı silməliyəm. 43.513.20. 43.513.20 üstə gəl 4.313.322 manat. Deməli 4.356.835.20 sildim. Bir də aşağıda da buradan silmək məcburiyyətindəyəm. 43.513.20. 43.513.20 ilə 407.000 manat ki, öhdəliyə pul silmişdim. Onu cəmləyib burada 450.883.20 silməliyəm və bərabərliyi yoxlamalıyam ki, düzdür yoxsa düz deyil, düzdür. Bunu da sildim. İndi gömrüyün əvəzləşməsi, bir də əvəzləşmə verirəm. 1.4 ilə 2.2.1-dən silməliyəm. Siləsə gedir. Əvəzləşmə necə 1.4-də yazmışdım, eyni rəqəmi buradan silmək məcburiyyətindəyəm. Bu da əvəzləşmə 43.513.20. 43.513.20 gömrüyə ədəbi ödəmişik. 398.000-dən 398.160 manatdan toplayıram. 441.673.20. 43.513.20. 43.513.20. 43.513.20. Aşağıda da buradan əvəzləşmədirsə vergidən silməliyəm. Vergidən buradan əlavə silirəm. 398.000-dən toplayıram. 398.160 441.673.20. Bunu da yazdım. Qaldı avans. Avans daxil oldu. Avansı 1.5 pul vəsaitinə salıram. Bizdə avans 48.600 idi. Amma bunların avansı 48.600 manatdır. Pul vəsaitini artırıram, bir də vergini artırıram. Pul vəsaiti 48.600 artmalıdır. Deməli 48.600 üstə gəl 3.989.000 4.037.600 manat eləyir. Aşağıda da vergi öhdəliyi artacaq. 48.600 manat qədər. 48.600 üstə gəl 154.780 manat. Səsli deyirəm ki, təkrar baxanda istifadə ediləsiniz. Bu forma. Ümumi bərabərlik 3.489.000, 3.489.000, 244 manat 80 qəpik, 244 manat 80 qəpik bu qədər. Bu iki dərəcəmiz bu qədər. İndi mən yenə danışa bilirəm. Sual varsa yenə danışım sizə. Sual varsa buyurun. Səsli də yazılı danışa bilərsiniz. İndi siz çalışın.
Çalışın dəyərli yoldaşlar. Mənim tövsiyəm də yenə özünüz bilərsiniz. Özünüz qərar verə bilirsiniz. Bəlkə də qərarınız məndən fərqli ola bilər. Bunu təkrar izləyin. Ədəbiyyat kimi izləyin. Ədəbiyyat danışma indi. Axırda 20 dəqiqə, 10 dəqiqə. Ona baxmayın hələ ki. Ondan biraz çox qarışacaq. Elə beyninizi ədəbiyyatsız yazın. Ədəbiyyatsız yazın. Sonra ədəbiyyatı təkmilləşdirin. Ən yaxşısı bu. Necə öyrətmişəmsə elə. İstənilən şirkətdə istənilən zamanda bu hesabatı belə göndərə bilərsiniz. Kimsə müdaxilə verə bilər. Nəsə tuta bilər, nədən? Ədəbiyyatdan. Bu ədəbiyyatı biz özümüz şamanla oturmuşuq, hesablamışıq, çıxmışıq, proqramlarda diqqət eləmişik ki, belə belə də. Kimsə fikir deyə bilər. Başqa cürə fikir yoxa bilərik burada. Nəyisə fırladıb, nə bilim, bir dəfəyə yox, üç istiqamətdə yazıb eyni nəticəyə gələ bilər. Yəni o bu elə ilgili olsun, yəni problem deyil. Amma uçotumuzu aparın. Siz həmişə yadda saxlayın. Özünüzə bir mail açın. Bir mail açın Gmail. Hər şirkətin mənfəətini Excel-ə yazıb həmin maildə göndərin özünüzə birinə qalsın orada. 2 ildən sonra 2 ildə bir ay nəsə bir yoxlama olar, nəsə bir şey olar. Sonradan da gələ bilər uyğunsuzluq. Vahid bəyannamə ilə əlaqələndirənlər, mənfəətli pul vəsait nəsə çıxardılar ortaya. Exceldən yadınıza salmaq üçün baxa bilərsiniz. Səhər siz burada baxacaqsınız 350 min nədir yadınıza düşdü. Əsas məsələ rahatlıqla belə deyək. 4 milyon hardan cəmlənib? O məsələ çətindir. Şirkət uçot olan şirkətlərin uçotu zaten var. Muhasibət uçotu sənədləri 5 il saxlanılmalıdır bilirsiniz. 5 il saxlanılmalıdır. İnzibati xətalar məsələsi olmalı, cərimə var, belə deyək, saxlanılmalı. Və muhasibət uçotu da verdiyi uçotu muhasibatın içində gedir. Zaten muhasibət uçotu. Belə yoldaşlar. Biraz yorulduq əslində amma qəşəng dəst etdim mənim fikrimcə. Bilmirəm sizin ürəyiniz oldu yoxsa yox. Belə. Əlavəniz varsa buyurun, yoxdursa bitirək. Suallarınız varsa, əlavə fikirləriniz varsa buyurun. Yoxdursa bitirə bilərik. Çox sağ olun müəllim. Bayramlarınızdan mübarək. Çox sağ olun. Yeni uğurlar sizə. Bütün iştirakçılara. Çox sağ olun. Mən də hər birinizi təbrik edirəm. Bayram keçirənləri təbrik edirəm. Belə deyək, xoş illər, uğur üçün də hədəf olmalıdır. Hədəflərimiz olsun 26-cı ildə. Ancaq hədəflərimiz, məsələn bizim bir bayramdan sonra hədəflər üçün planlama edirik məsəl üçün. Planlar olmalıdır. Plan qurun, hədəf qurun. Bu il 26-cı ildə nələr eləmək istəyirsiniz? Hə, hansı sahibkarın evini yıxmaq istəyirsiniz? Hansı sahibkarın işini qaldırmaq istəyirsiniz? Plan qurun özünüz üçün. Ona uyğun işinizi böyüdün Allahın köməyi ilə. Planlayın. Hədəf oldusa Allah sizə kömək olacaq. Yəni hədəfiniz olsa səy göstərin, artacaq yəni. Oturan yerdə heç kim gətirib sizə təsadüfən iş verər. Allah deyər ki, məxənə tamamilə iş göndərir. Özü hərəkətlərini mən özüm verirəm. Amma özünüz hərəkət etsəniz, birə 10 çox ola bilər deyəm. Çalışaq, amma çalışaq, mən də sizlə köməkləşək, inkişaf edək. Belə yoldaşlar. Sağ olun Rauf müəllim, hər birinizə təşəkkür edirəm. İndi bir qərar verək də sizin də. Bu həftənin 4-ü dərs keçirir, keçmir. Yəni görün həftənin 4-ü nə vaxta düşür? Yoxsa bayramda gedib pul xərcləmək istəyirsiniz bizim üçün, istirahət etmək istəyirsiniz. Həftənin 4-ü, ayın 2-si keçə bilərik. Mən də keçək dərs buraxmıram. Necə istəyirsiniz? Yaxşı olar müəllim, keçsək. Bizə uyğundur. İndi əslində səs verməyə tam da çıxartmıram. Müəllim ayın 1-idir yoxsa 2-sidir? İkisi. Ayın 1-nə düşür 4-cü günü. Ayın 2-si. Ayın 1-nə düşür. Onda keçirməyəcəksiniz. Ayın 31-i paytaxt saatını yeyəcəksiniz. Ayın 2-si dərsdə eyni olacaq. Hələ olmayacaq. Onda keçməyəcəksiniz. Bu həftəni bizə istəyirsiniz istirahət verin. İnşallah gələn həftənin 1-ci gündə yenə başlayarıq. Olsun. İndi yetim Təkrar dərslərə də baxarıq həmin vaxtlarda. etiraz olan yoxsa mənə də qoşulun. Mən də gedərəm istirahətə. Siz də istirahət edin. Onsuz da bir 4-5 dərsimiz qalıb. Vaxtımız var da 2-3 həftə keçərik. Mən tələsmirəm. Sizin dərsinizi də tələsmirəm. Belə. Yaxşı yoldaşlar. Həftənin biri görüşərik. İnşallah. Sağ olun. Sağ olun. Sağ olun. Yaxşı cavab